recordingdə. Və bu gün mövzu olaraq binary search-ə baxacaq. Hansı ki, məsələlər üzərinə baxacaq. Məsələlər üzərinə baxacaq, yəni mövzu izah edəcəm. Sadəcə hətta birinci, yəni binary search-la həll oluna bilən bəlkə ən sadə məsələlər üzərindən birinci izah edəcəm. Daha sonra ümumi olaraq başqa binary search-də məsələlər baxacaq. 3 dənə məsələyə baxmağa nəzərdə tutmuşam. Amma əgər ümumi olaraq daha çoxuna baxacaqsa, bir dənəsinə baxmaq olar. İdeal şəkildədir. Nəysə, bundan başlaya bilərik elə. Kontestdə, yəni elə Vecazdakı qrupda var. Ümumi olaraq birinci məsələn binary search-ün nə olduğu ilə başlaya bilərik. Hansı ki, yəni binary search bizim dildə iki axtarış gedir. Sənərsə, tərcüməsi. Hansı ki, binary search sadəcə bir axtarış alqoritmidir. Və yəni binary search-ün məsələn deyə bilərik ki, başqa axtarış alqoritmlərindən fərqi nədir? Yəni başqa məsələn biri ilə müqayisə, linear search ilə müqayisə etmək olar. Linear search-dən fərqi odur ki, sadəcə daha sürətli işləməsi deyə bilərik fərqi. Hansı ki, binary search-ün, yəni məsələn, binary search-lə linear search məsələn müqayisə edək. Deyək ki, bir dənə bir şey olsun, bir dənə array'imiz olsun. Onun içərisində bir binary search eləyək, bir dənə də linear search eləyək. Linear search də şey deyə bilərik, yəni sadəcə xətti linear search-də xətti axtarış alqoritmi deyə bilərik. Yəni bu onsuz da yəni bəlkə linear search nə olduğunu bilmirsiniz, amma linear search işlətdiyiniz bir şeydir, amma yəni adının linear search olduğunu bilməyə bilərsiniz. Çox da önəmli deyil. Hansı ki, yəni məsələn deyək ki, belə bir bu sualın onsuz da şərtini izah etsəm, bu sualın şərtində bizə deyir ki, bir dənə sizə array verir. Hansı ki, array sortlu şəkildədir. Sizdən sonra suallar soruşur. Məsələn, birinci array'in uzunluğunu verir, array'in daha sonra Q verir, query'lərin sayı, sualların sayı. Daha sonra ən sonundakı array verir, daha sonra sizdən 2 dənə sual soruşur. Hansı ki, bu sualların hər birində sizdən soruşur ki, bu ədəd array'də var, yoxsa yoxdur. Yəni məsələn, birinci soruşur 10 array'də var, yoxsa yoxdur. Yoxdur, ona görə no çıxarmalısınız. Sonra soruşur 4 array'də var, yoxsa yoxdur. 4 var, ona görə yes çıxarmalısınız. Sonra soruşur 2 array'də var, yoxsa yoxdur. 2 var, ona görə yes çıxarmalısınız. Yəni biri soruşur, əgər varsa yes, əks halda no çıxarmalısınız. Ümumi sualın şərti o şəkildədir. Və sualın şərtindən bağlı hər hansı bir sual varsa verə bilər. Kimsə başa düşməsə, sualın şərtindən bağlı nəsə soruşa bilərsiniz. Deməli, biz burada əlbəttə bir ədədin array'də olub olmadığını bilmək istəyiriksə, array'də bunu yəni ən sadə ağlınıza gələn nə olur? Məsələn, bir ədədin mən array'də olub olmadığını tapmaq istəyirəm. Yəni array gəzib axtara bilərəm də. Yəni arraydakı bütün ədədlərə baxaram. Əgər bunların arasında yoxdursa bu ədəd, deməli array'də yoxdur. Məsələn, mən array'də 10-un olub olmadığını bilmək istəyirəm. Array'də 10-un neçə olduğunu sayma və sayla eləyə bilərəm və ya olub olmadığını bir dənə bool götürüb eləyə bilərəm. Adi sadəcə əsas məntiq array full gəzib yoxlamaqdır. Məsələn, array'də 10 olub olmadığını tapmağa çalışım. Məsələn, bu 10-a bərabərdir, yox. Sonra növbəti element 10-durmu, yox. Növbəti element 10-durmu, yox. Bu da 10 deyil, bu da 10 deyil, bu da 10 deyil. Yəni bütün array gəzdim, 10 tapa bilmədim. O zaman 10-un olmadığını bildim, no çıxaracağam. Daha sonra 4-sün məsələn, yəni başdan başlayıb yazsan, bu 10-durmu? Yəni bu 4 axtarma doğrusu. İlk element 4-dürmü, yox. Sonraki element 4-dürmü? Tapmış oldum, ona görə 7 çıxarıram. Ki, yəni array'də bir elementin olub olmadığını array full gəzərək tapmağa çalışa bilərəm. Bu linear search-dur. Yəni xətti axtarış. Yəni linear search budur əslində, yəni bunun onsuz da yəni ən sadə ağla gələn solution budur. Bir çoxunuz da bunu işlədirsiniz onsuz da məsələn belə axtarış olan məsələlərdə array gəzib tapmağa çalışırsınız. Hansı ki, yəni bu yenə də onsuz işləyə bilən bir şeydir. Məsələn, binary search həmişə binary search var deyə həmişə binary search işlədilmir onsuz. Sadəcə bəzi yerlərdə ümumi olaraq binary search eləyib daha sürətli tapa bilirsiniz müəyyən şeyləri. Binary search əsasən array sort onu da işlədə bildik. Yəni binary search sadəcə array'də axtarış alqoritmi də deyil, ümumi funksiyada və sair də işlədilə bilər. Onu ümumi olaraq indi birazdan daha çox göstərəcəm. Bu belə full gəzərək axtarmaq linear search oldu. Hansı ki, məsələn, bir elementin array'də olub olmadığını hansı time kompleksiyə bundan tapa bilərsiniz kimi düşünsəniz. Yəni ən pis hal nə ola bilər? Ən pis hal bir ədəd array'də yoxdur, amma mən bütün array'ə gedib gəzirəm. Müəllim, linear search nədir?
Dəli izah edirdim də onu, yəni linear search xətti axtarış alqoritmi ki, hansı ki, yəni məntiqi odur ki, yəni bu aydın olsa, yəni ağlınıza ən sadə gələn axtarış alqoritmi ki, məsələn mən bir ədədin arraydə olub olmadığını tapmaq istəyirəm. Bunun üçün bütün arraya gəzib baxıram da, yəni sadəcə sırayla bütün arraydakı indeksləri gəzib baxıram. Bu linear search olmuş olur. Yəni, məsələn, mən arraydə bayaq dediyim kimi, məsələn, 2-nin olub-olmadığını tapmaq istəyirəm. Sadəcə bütün arraydə gəzib baxacağam ki, burada 2 varmı yoxsa yoxdur deyə. Düzdür, burada indi əgər başdan gəzirəmsə, o zaman ilə başlayan kimi tapacam var. O zaman dayanacam və çıxaracam ki, arraydə 2 var ümumi olaraq. Amma əgər məsələn onu axtarırdım, gəzdim, tapa bilmədim. Bütün arrayı gəzdim, tapa bilmədim. Artıq olmadığın yəni node çıxarıram. Yəni bir ədədi axtarmaq üçün sadəcə linear search eləyəndə full gəzirəm. Full array gəzib baxıram. Düz array gəzib baxıram. Bu linear search-dür. Amma indi məsələn mən əgər başqa yəni daha optimal nə edə bilərdim? Baxsanız, yəni linear search-in time complexity-nə baxsanız. Time yəni linear search-in time complexity necədir deyə siz bir ədədi axtaranda yəni biz ən pis halda düşünməliyik. Ən pis halda yəni neçə dənə elementə baxmalı olacam. Baxsanız, bir ədədi mən axtarıram arraydə olub olmadığını və array gəzərək bir-bir elementlərə baxaraq axtarıram. O zaman bir ədədin arraydə olub olmadığını mən ən pis hal o ola bilər ki, mən bir ədədin arraydə olub olmadığını axtardım və bütün ədədlərə baxmalı oldum. Yəni bu nə vaxt ola bilər? Ya məsələn axtardığım ədəd sonuncu ədəddirsə, amma deyə bilərsiniz ki, o zaman da axtarışa sonundan yox, başdan yox, sonundan başlasam şey ola bilərdi. Daha optimal ola bilərdi, amma onu bilənməzsiniz. Məsələn, o zaman siz əgər həmişə axtarışa sonundan da başlasanız, gedib başda olsa o zaman bütün ədədləri gəzib tapmalı, onun arraydə olduğunu tapmalı olacaqsınız. Ya da məsələn deyək ki, bir ədəd arraydə olmasın. O zaman o ədədin arraydə olmadığını tapmaq üçün siz gəlib bütün hamısına baxasınız, sonra biləsiniz ki, bu ədəd arraydə var yoxsa yoxdur. Ən pis halda nə ola bilər? Ən pis halda en uzun dəyərin bütün hamısına baxmaq ola bilər. Siz ona görə linear search-in time kompleksini o deyə bilərik. Yəni çünki ən pis halda n dənə elementin hamısını gəzməli olursunuz. Ona görə time kompleksisi o n-dir. Amma indi məsələn binary search-in oradan fərqi nədir? Burada binary search-in məsələn necə daha səhv eləyə bildik? Binary search-in əsas məntiqi odur ki, bir axtarış aralığım var. Onsuz mən yəni axtarış aralığım başda nədir? Məsələn mən bir ədədin bu arraydə olub olmadığını tapmaq istəyirəm. Mən axtarış aralığım başdan sona qədərdir. Axtarış aralığım yəni birdən indeksləsəm, birinci indeksdən 6-cı indeksə qədərdir. Yəni sıfırdan indeksə fərqi yoxdur. Yəni mənim axtarış aralığım başda 1-6 aralığıdır. Yəni mənim axtardığım ədəd birinci indeksdən 6-cı indeksə qədər bir yerdədir başda. Binary search-in məntiqi odur ki, bir axtarış aralığımız varsa, mən onu hər dəfəsində ortasına baxıb onun hər dəfəsində axtarış aralığımı 2 dəfə kiçildə bilirəm. Binary search-in əsas məntiqi bundan ibarətdir. Yəni hər dəfəsində ortasına baxıb array-in axtarış aralığımı 2 dəfə kiçildə bilirəm. Yəni necə? Məsələn, mən gedirəm array-in düz ortasına baxıram və məsələn deyək ki, mən array-də 10-un olub olmadığını axtarıram. Mən də bunun düz ortasına baxıram. Düzdür, indi tək uzunluğunda olanda düz ortası olur, amma düz uzunluğunda olanda bu ikisindən fərqi yoxdur. İkisini də orta saya bilərik. Məsələn, birinə baxıram. Mən array-də 10-u axtarıram. Və array sorteddir baxsınız. Yəni bunu ancaq binary search sort array-lə eləyə bilirik. Yəni sort da olmadı binary search eləyə bilməyim üçün. Çünki yəni indi görəcəksiniz ortadakı bir ədədə baxıb sonra mən bundan sonra sola mı baxmalıyam, yoxsa sağa mı baxmalıyam? Onu bilmək üçün gərək sort da olmalıdır ki, array onu bilə bilim. Amma ki məsələn ortadakı bir ədədə baxsam, məsələn deyək 4-ə baxdım. Bu düz aralığın ortasına, axtarış aralığının ortasına baxdım. Mən 10-u axtarıram. O zaman 4 10 4-dən sağda mı olar, solda mı olar əgər sortdursa? Bunu düşünə bilərsiniz ki, 14-dən sağda yerləşməlidir. Çünki əgər sortsa, artan sayı düzmüşəmsə, 14-dən sağda yerləşməlidir. Ona görə mən düz ortasına baxdım və gördüm bu 4-dür. O zaman mən də axtardığım ədəd 10-dur. O zaman bundan sonra onu bundan sağda axtarmalıyam. Yəni axtarış aralığım bundan sonra olacaq o zaman 4-6 aralığı. Çünki getdim 3-cü indeksə baxdım, gördüm ki 3-cü indeks daha kiçikdir. Ondan o zaman bundan sonraki axtarış aralığım 4-6 aralığı olmuş olur. Niyə elədim? Axtarış aralığımın uzunluğu 6 idi. Yəni 6 dənə elementdən birin başda axtarış aralığım 6 idi. Mən bir dənə ortasına baxmaqla axtarış aralığımın uzunluğunu 2 dəfə düşürtdüm aşağıya. 3-ə düşdü. Həmişə
axtarışlarımı belə 2 dəfə kiçildə getsəm, çox sürətli axtardığım şeyi tapa bilərəm. Ümumi ideyası ondan düzdür. 6 uzunluğunda bir ərədə indi bunu şeydir, bu daha uzun olan da əri. Məsələn, ərin uzunluğu 10 + 5, yəni 100 min falan olsa, orada daha çox daha sürətli işlədiyini görə bilərsiniz. Əlbəttə, yəni, kiçik olanda da sürətli işləyir, o heç. Amma yəni daha böyüklərdə fərq daha çox olur. Məsələn, daha 10 + 5 uzunluğunda bir ərədə linear search-ləsəz, gərək 10 + 5-dən ədədə baxa bilərsiniz maksimum, amma no binary search-ləsəz, yəqin ki 15-16 dənə ədədə baxaraq sadəcə bir ədədin ərədə olub olmadığını tapa bilərsiniz. Yəni məsələn, birazdan sən davam etsək, burada tam olaraq necə gedir onu göstərməyim üçün. Axtarış aralığım indi artıq bundan sonra oldu 4-6 aralığı. İndi mən 10 axtarıram. Okay. 4-6 aralığında onun olub olmadığını bilmək istəyirəm. Yəni aralığın ortasına baxıram, 11-dir. O zaman düşünsəm, 10 11-dən sağda mı yerləşər, solda mı? Solda yerləşməlidir. Bundan sonra o zaman axtarış aralığım olur artıq 4 aralığı, yəni daha kiçikdir. Niyə? Çünki 5-ci indeksə baxdım, bildim ki 10 bundan solda yerləşir. O zaman bundan sonraki axtarış aralığım 4 aralığı oldu. Artıq bir dənə element qalsa dayana bilərəm. Yəni axtarış aralığımın uzunluğu 1-ə düşdüsə, onsuz da mən bir dənə ədəd axtarıram da. Dayana bilərəm və belə onu axtarmağa çalışdım və baxsanız burada tapa bilmədim çünki axtarış aralığımın axırda bir dənə element qaldı. Baxsam ki o bir dənə elementdə özüm yoxlaya bilərəm də. İndi bir dənə element qaldı və həmin bir dənə element də 8-də, yəni 10 həmin bir element də 10 deyil. O zaman artıq ümumi olaraq bilə bilərəm ki 10 yoxdur əleydə. Bunu baxsanız bir-bir bütün elementlərə baxaraq tapmadım. Sadəcə axtarış aralığım var idi. Onu kiçildə axtarış aralığının uzunluğunu 1-ə saldım. Bir dənə element qalanda da onu adi yoxlayıb tapa bilərəm ki, artıq bu ədəd var, ərədə yoxsa yoxdur. De. Yəni biraz daha böyük example-dan bu arada çox daha rahat şey eləmək olardı. Çox daha rahat şey göstərmək olardı. Binary search. Çünki daha böyük example-da biraz daha uzun gedər və s. Ona görə daha rahat ola bilərdi. Yəni ümumi binary search nəsə məntiqi budur. Mən hətta bir dənə başqa example da yaza bilərəm. Məsələn, sort bir dənə array'im var. Deyək ki, məsələn, mən bu array'də 6-nın olub olmadığını deyək tapmaq istəyirəm. Bilmək istəyirəm ki, bu array'də 6 var yoxsa yoxdur. Bunu axtarmaq üçün başda yenə axtarış aralığım nədir? Yəni birinci indeksdən sona qədərdir. Ancaq 10 uzunluğunda bir array yazmışam. Mən bu array'də onun olub olmadığını tapmaq istəyirəm. 6-nın olub olmadığını tapmaq istəyirəm. İndi məsələn mən bunun yenə məntiqi nədir? Mən ortasına baxıram. Ortasındakı aralığın ortasındakı element 8-dir. O zaman 6 bundan solda mı olar, sağda mı deyə düşünsəm, 6 bundan solda olar. Ona görə bundan sonraki axtarış aralığım olur 1-dən ortaya qədər. Yəni düz ortaya baxıram, siz qərar verirəm ki, bundan sonra bu ortadan sola baxmalıyım yoxsa sağa? Çünki baxsınız düz ortaya baxsam, bundan sonra ya bu ortadan sola baxsam, ya da bu ortadan sağa baxsam, o zaman axtarış aralığım tam olaraq 2 yerə bölmüş oluram. Yəni axtarış aralığımın uzunluğu 10-dur. Mən ortaya baxıb qərar versəm ki, bundan sonra sola baxım yoxsa sağa baxım, o zaman axtarış aralığımın uzunluğunu 5-ə düşürmüş oluram. Və ya 4-ə, fərqi yoxdur. Əsas 2 dəfə azaltmış oluram axtarış aralığımın uzunluğunu. Ən az 2 dəfə azalmış oluram. Və mən düşünün ki, axtarış aralığımın uzunluğunu hər dəfə 2 dəfə azaltsam, bu arada məsələn deyək ki, axtarış aralığımın uzunluğu 16-dır. Mən normalda linear search-ləsəm, gərək 16 dənə elementin bir-bir hamısını yoxlayım, bir elementin ərədə olub olmadığını tapmaq üçün. Amma mən indi binary search-ləyəndə, birinci mən 16 dənə elementdən 16 uzunluğunda ərə idi. Mən burada bir dənə element axtaranda, birinci bunun aralığın uzunluğunu bir dənə binary search-də hər dəfəsində 2 dəfə azaldıram da. Birinci düşür aralığın uzunluğu 8-ə. Sonra düşəcək 4-ə, sonra düşəcək 2-yə, sonra düşəcək 1-ə. 1 olanda da adi yoxlayıram və baxsanız neçə dəfə tapdım? 1, 2, 3, 4 dəfəyə tapdım ki, bir ədəd ərraydə var yoxsa yoxdur binary search-lə. Amma mən normalda 16 uzunluğunda bir ərraydə linear search-ləsəydim, bir-bir 16 elementin hamısını yoxlamalı olurdum. Afərin. Müəllim, bir də whiteboard-da yazılan şeyləri göstərin. Deməli 16-da 8-də 8-də 4-də 4-də 2-yə
Onlar 2 dəfə azalırlar da 2-yə bölünür. Və onsuz onu deyirəm də, yəni binary search-də aralığın uzunluğunu hər dəfəsində 2 dəfə azaldıram. Hər dəfəsində düz ortanı götürürəm və sonra qərar verirəm ki, bundan sonra bundan sağa mı baxacam, yoxsa sola mı baxacam. Bunu edə bilirəm də. O şəkildə hər dəfəsində aralığın uzunluğunu 2 dəfə azaldıram və hər dəfəsində aralığın uzunluğunu 2 dəfə azaltdığımdan sonra bu sürətlə işləyir. Mən onsuz da yəni 16 uzun da əri idi, aralığın uzunluqları, yəni axtarış aralığının uzunluğu necə dəyişəcək onu göstərmişəm burada. Onsuz. Və məsələn, axtarış aralığının uzunluğu 32 olsaydı, birinci 16-ya düşəcəkdi, sonra 8-ə elə baxsaz, yəni 32 uzunluğunda bir ərəydə mən 32 dənə ədədin bir-bir hamısına baxmıram bir ədədə axtaranda. 32 dənə ədədin bir-bir hamısına baxmıram, sadəcə baxsaz neçə dəfəyə, 5 dəfəyə, yəni 5 dənə elementə baxaraq bir ədədin ərəydə olub-olmadığını tapa bilirəm. Onsa baxsaz oldu sürətli işləyir. Bu ədəd çox daha böyükləri daha sürətli. Məsələn 10 voltdan, yəni 1 milyon dənə element olsa, mən bir ədədin həmin bir dənə o 1 milyon dənə ədədin arasında olub-olmadığını tapmaq üçün bu 1 milyon dənə ədəd sortda olmalıdır gərək. Yəni hansı binary search-dan da sort da eləyə bilirsiniz. Yəni çünki baxsanız bayaqdan mən ortaya baxıb tutmağa çalışıram ki, 6 bundan solda mı olacaq, sağda mı olacaq. Əgər qarışıq olsaydı, yəni əgər əri baxsaz qarışıq olsaydı, sortda olmasaydı, mən bir ədəd ortaya baxanda bilənmərəm ki, bu ədəd solda mı yerləşir, bundan sağda mı? Çünki qarışıqdır. Amma artan sırada düzülübsə, yəni 6 məcburən 8-dən daha solda yerləşməlidir də. Onun kimi bilə bilirəm ortaya baxanda ki, bu axtardığım element bundan soldadır, yoxsa sağdadır. Ona görə ancaq sortda ərey, yəni gərək başda ərəyi sortlayaq ki, eləyə bilək bu binary search-ü. Ancaq sort əreylərdə eləmək olar. Və axtarış algoritmalarında məsələn deyək ki, 1 milyon uzunluğunda bir dənə array var. Bir ədədin həmin arraydə olub-olmadığını linear search-dən 1 milyon uzunluğunda arraydə gərək 1 milyon dənə elementin hamısına baxıb tapaq. Amma binary search-ləsək, binary search-dən bu arada 20 dəfə tapa bilirsiniz. Çünki yəni 13 1 milyon maksimum 20 dəfə 2-yə bölünür. Ümumi binary search-in time complexity bu arada log n-dir. Log n ümumi olaraq nə deməkdir? Məsələn, bu arada log 2 32 5-dir. Log ümumi nə hesablayır? Məsələn, log 2 32 ümumi onu hesablayır ki, 32 2 üstü neçədir? Yəni, məsələn, log 2 64-də əslində onu hesablayır ki, 64 2 üstü neçədir? Yəni 64-ün içərisində neçə dənə 2 var? 64 2 üstü 6-dır. Yəni əslində bu hesablayır ki, ona görə şeydir. Log 2 64 6-dır. Yəni ona görə bu bizə əslində göstərir ki, log 2 məsələn yəni onu bizə verir ki, n neçə dəfə 2-yə bölünür. Yəni n neçə dəfə mən 2-yə bölsəm 1-ə çatar. Yəni ona görə 1 milyona baxsanız, 1 milyonun bu arada logikisi 1 milyon 2 üstü 20-dir. Yəni təxmini 2 üstü 20-dir. 2 üstü 20-dən biraz da kiçikdir. Yəni mən 1 milyonu maksimum 20 dəfə 2-yə bölsəm 1-ə düşür artıq. Yəni 20 dəfə 2-yə bölürəm, olur 1. Yəni ona görə mən 1 milyon uzunluğunda bir arraydə əgər binary search-ləsəm, maksimum 20 dənə ədədə baxaraq bir ədədin ərəydə olmadığını tapa bilərəm. Amma mən linear search-ləsəydim ki, 1 milyon ədədin hamısına baxardım. Baxsaz olduqca sürətlidir yəni. 1 milyon uzunda bir ərəydə bir ədəd axtaranda bir var 1 milyon dənəsinin hamısına baxasınız. Bir də var ki, sadəcə 20 dənəsinə baxaraq tapa biləsiniz. Ona görə binary search olduqca sürətlidir. Məsələn, burada da məsələn 6-nı tapmağa çalışsaydıq, ortaya baxdım, bildim ki 6 soldadır. Daha sonra indi məsələn axtarış aralığım indi 1-dən 4-ə qədərdir. Bunun ortasına baxıram. 6 bundan soldadırmı yoxsa sağdadırmı? 6 2-dən daha sağdadır. Bundan sonra axtarış aralığım bu oldu. 3-4 aralıq. İndi bunun ortasına baxsam, indi yenə də 6 bundan soldadırmı, sağdadırmı? Yəni sağda 5-dən sağdadır. İndi sonra axtarış aralığım bu oldu. Artıq tapdım 6-nı bu şəkildə gedə-gedə. Axtarış aralığının artıq uzunluğu 1-ə düşəndə dayana bilərəm də. Bir dənə element qaldı artıq. Onun indi 6 olub-olmadığını adi çəkləyə bilərəm. Ümumi ideya bu şəkildədir. Yəni bunda indi kodunu da yazacağam. Kodunu da yazanda belə şeydir. L və R götürürük. Başda L1 olur, R-də N olur. Yəni başda axtarış aralığım 1-dən N-ə qədərdir. Və hər dəfəsində ortaya baxırıq. Ortanı necə hesablaya bilərik? Ortanı bu L ilə R-in ortasını hesablamalıyım. Düstur olaraq L plus R bölü 2 kimi hesablaya bilərəm. Hər dəfəsində bir dənə ortaya baxıram. Sonra axtarış aralığımı ümumi ortaya
müqayisə edib sən dəyişən bir if yazıram ki, məsələn əgər ortadakı axtardığım elementdən böyükdürsə bir şey eləyirəm, kiçiksə bir şey eləyirəm. Böyüksə nə edirəm? Məsələn deyək ki, burada 8-dir. Mən axtardığım element 6-dır. Yəni mən axtardığım element bundan daha kiçikdir. O zaman bundan daha solda yerləşir. O zaman bundan sonraki axtarış aralığım olacaq. L dəyişmir, yəni axtarışın basa sol tərəfi dəyişmir belə olanda. Sadəcə sağ tərəfi dəyişir. Sağ tərəfi ortaya baxdım. Mənim axtardığım element ortadan daha solda yerləşir. O zaman sağ tərəfi olacaq axtarış aralığım bu ortadan bir dənə əvvəl. Yəni elə eləyəcəm əgər -1 bu halda. Əgər yəni axtardığım element bu ortadakı elementdən daha kiçikdirsə, axtardığım element ortadakı elementdən bəs daha böyükdürsə, böyük bərabərsə deyə bilərik. Məsələn, axtardığım element 8-dən böyük bərabərdir. O zaman axtarış aralığım bundan sonra olacaq. Bundan sonra olacaq hələ buradan sağa, yəni ümumi olaraq şeydir, axtarış aralığım bundan sonra olacaq. Bu 5-10 aralığı. Bunu necə eləyirəm? Yəni əgər axtardığım element bu şeydən sağda yerləşirsə, ortadan sağda yerləşirsə, məsələn deyək ki, burada 10-u axtarırdım. Ortaya baxdım, ortadakı element 8-dir. O zaman 10 8-dən sağda yerləşir. Bundan sonraki axtarış aralığımı eləyəcəm. Sadəcə baxsaz axtarışımın o zaman da sağ tərəfi dəyişmir, sol tərəfi dəyişir. Sadəcə bu sol tərəfi gətirəcəm ortaya. Yəni sadəcə elə eləyəcəm mid. Yəni ümumi kodu bundan bu şəkildə olacaq. Yəni göstərəcəm də kodunu. Nə vaxta qədər gedirik bir də. Yəni while-la sadəcə bunu yazacağam. O vaxta qədər gedirik ki, L-lərdən kiçikdir. Yəni axtarışımın sol tərəfi sağ tərəfi kiçikdir. Yəni nə vaxt dayanırıq kimi düşünsəz, L-ə bərabər olanda dayanmalıyam. Yəni while-ı şey kimi də yaza bilərsiniz. L-ə bərabər olmadıqda getsin kimi də yaza bilərsiniz. Yəni L-ə bərabər olanda niyə dayanım? Əgər çünki L-ə bərabər olanda məsələn axtarış alığım gəldi bir dənə elementi düşdüsə, yəni axırda bir dənə element qalsa dayanım. Amma bir dənə element qalmadıqca davam edirəm. Məntiqi o şəkildədir. Belə hər hansı bir sual olan varsa verə bilər. Hətta şey soruşum. Kim başa düşübsə əl qaldırsın. Və kimsə də başa düşmürsə və sual soruşa bilər. Sadəcə ümumi yoxlamaq üçün. On bir, 18 adamız. Sanki 5 adam məsələn deyəsən başa düşməyib. Ümumi olaraq kim başa düşməyibsə sual verə bilər yəni. Nəyi başa düşməmişsə onu sual versəniz, bir də üzərindən keçə bilərik. Yenidən izah etməyə çalışa bilərəm. Nəyi başa düşməmişsə onu ona görə. Ki əl qaldırmanıza ehtiyac yoxdur. A, şeydir, sualı görə əl qaldırmısansa verə bilərsən sual. Ayşə. Suala görə kimsə əl qaldırıbsa, açıb səs danışa bilər. Sadəcə bir-birinizə, yəni birdən çox adam əl qaldıranda sadəcə bir-birinizi kəsməsə sözün şey problem yoxdur. Kimsə deyəsən Aysel Günaya əl qaldırıb. Bəlkə bilmirəm, gecikmişsə əl qaldırmağa qalıb ya da ümumi sual üçün qaldırmışsa verə bilər. Sual. Soruşmaq istəyirsə. O zaman bunun kodunu yazmalı çalışaq əgər sual yoxsa. Belə ortasında və sairə sual olsa verə bilərsiniz. Ya da olsa kodu bitirəndən sonradan soruşacağam. Sual vermir və yoxsa yoxdur deyə kodla bağlı. Girişdən sadəcə alaq. Bir dənə sual verilir. Hər sual bir dənə. Bu ədədin əreydə olmadığını. Girişi almış olduğum, yəni burada almamışam. Girişi aldım. Sadəcə bu arada məsələn şərtə görə array sorted ona görə özüm sortlamayacağam. Məsələn verib burada məsələn şərtindəki array sorteddur. Özələ sizə sort şəkildə verir. İndi mən hər bir elementin 2 dənə suala cavab verməliyəm ki, bu ədəd array var yoxsa yoxdur. Məsələn baxsaz burada niyə linear search eləyə bilmirik? Çünki sualların sayı 10^6-dır maksimum. Array ilə maksimum uzunluğu 10^6 ola bilər. Mən əgər baxsaz düşünsəniz, mən əgər 10^6 dənə sualın hər birinə cavab verəndə linear search istifadə eləsəm, mən ən pis halda linear search-ın time complex nədir? 10-dir. Mən 10^6 dənə sualın hər biri üçün 10^6 uzunluğunda array'in bütün hamısını gəzməli olsam, time complex'im 10^6 vurulsun 10^6, 10^12 olmuş olacaq. Yəni gedən əməliyyat sayı daha doğrusu.
Amma ki baxsaz 10 üstü 12 əməliyyat sayının 1 saniyə işləmə ehtimalı yoxdur. Yəni 1 saniyəyə seçim düşünə bilərsiniz. 18 və sair əməliyyat işləyə bilər. 18 civarı kimi. Təxminən elə düşünə bilərsiniz. Ki baxsaz bu ondan 1000 dəfə çoxdur. Yəni 10 üstü 12, 10 üstü 8-dən 10 üstü 4 dəfə çoxdur da. Yəni 10.000 dəfə çoxdur. Səhv dedim. Ona görə linear search eləyə bilməzsiniz. Amma binary search eləyə bilirsiniz. Çünki məsələn düşünün ki, 11 milyon uzunluğundakı arraydə binary search-lə bir ədədin olub-olmadığını maksimum 20 dəfəyə tapırsınız. Və siz əgər 10 üstü 6 dənə sualın hər birinə belə 20 dənə ədədə baxaraq cavab versəz, ən pis halda time kompleksiniz olmuş olur. 2 vurulsun 10 üstü 7. Hansı ki, baxsaz bu 10 üstü 8-dən kiçikdir. Deməli 20-də bərabərdir 2 vurulsun 10. Ona görə də almır 2 vurulsun 10 Aha. vurulsun 10. Aferin. Belə bir şey. Məsələn, burada hər suala cavab verəndə x-in şeydə olub-olmadığını tapmalıyam. Arraydə olub-olmadığını tapmalıyam. Bunun üçün binary search-dən elə götürürəm. Başda axtarış aralığım 0-dan n-1-ə qədərdir. Burada sıfırdan neçəmişəm deyə başda axtarış aralığım 0-cı neçədən n-1-ci neçə qədərdir. Bütün yəni array. Nə vaxta qədər gedəcəm? L-dən kiçik olduqca gedəcəm. Hər dəfəsində ortaya baxıram. Əgər ortadakı ədəd əgər mən axtardığım ədədsə hələ onu əslində burada tapıb dayana bilərəm. Bu arada elə bir şey də eləyə bilərəm, amma axtarış aralığının uzunluğu 1-ə düşənə qədər də gedə bilərəm. Birdən çox yolu var. Amma məsələn şey də deyə bilərsən, məsələn deyək ki, burada 8 axtarıram. Hələ başda bütün arrayın ortasını götürəndə elə ortadakı ədəd elə mənim axtardığım ədədə bərabər olur da. Yəni nə bundan sola, nə bundan sağa baxmağa heç nə ehtiyac yoxdur. Hələ bunun özüdür onsuz axtardığım ədəd. Hələ o zaman tapıb dayana bilərəm hələ əslində. Amma dayanmasam da olar. Əgər məsələn şey eləyə bilərəm, axtarış uzunluğu 1-ə düşənə qədər, yəni ya tapıb ki, məli bərabərsə tapıb dayana bilərəm, ya da yəni kiçik olanda bir şey eləyirəm, böyük bərabər olanda başqa bir şey eləyirəm. Yəni kiçik olanda məsələn əgər axtardığım ədəd bundan daha kiçiksə, o zaman bundan sonraki axtarış aralığım bu başdan bundan bir əvvələ qədər olacaq. Amma əgər axtardığım ədəd bu bu ortadan böyük bərabərdirsə, yəni kiçiksə bir şey eləyəcəm, böyük bərabərsə başqa bir şey eləyəcəm. Yəni kiçiksə böyüksə deyə və bərabərsə deyə 3 dənə hala ayırmayacağam. Onu yenə 2 dənə hala ayıracağam da. Kiçikdirsə bundan sonraki axtarış aralığım bu middən bir əvvələ qədər olacaq. Əgər böyük bərabərdirsə axtardığım ədəd, yəni 8-i axtarıramsa, bundan sonraki axtarış aralığım elə burdan bu 8-in özündən sona qədər olacaq. Elə də şey eləmək olar və ya hələ onsuz da ortadakı ədəd, axtardığım ədəd elə düz ortadakına bərabərdirsə, o zaman tapmış olaram da hələ. Birdən çox cür yazmaq olar. Mən desəz indi hansını yazacağam? Mən sadəcə axtarış aralığının uzunluğu 1-ə satana qədər davam edəcəm. Yəni sadəcə əgər ortadakı ədəd, əgər mənim axtardığım ədəddən böyük bərabərsə bir şey eləyəcəm, kiçiksə bir şey eləyəcəm. Yəni böyük bərabərsə nə edəcəm? Əgər axtardığım ədəd mənim əgər bu ortadakı ədəd mənim axtardığım ədəddən böyük bərabərdirsə, o zaman bundan sonraki axtarış aralığım necə olmalıdır? Əgər ortadakı ədəd mənim axtardığım ədəddən böyük bərabərdirsə, o zaman bundan deməli, məsələn, deyək ki, bu hansı haldır? Məsələn, 8 mənim axtardığım ədəd 6-dır. 8 6-dan böyük bərabərdir də. O zaman bu axtardığım ədəddən ortadakı ədəd axtardığım ədəddən böyük bərabərdirsə, o zaman bundan sonra bu ortadan solda axtaracağam. Yəni axtarış aralığım bura qədər olacaq. Ona görə sadəcə elə bir baxsa sol sərhədim dəyişmir, sağ sərhədim sadəcə ortaya gəlmiş olur. Yəni sadəcə erimid eləyəcəm. Əks halda da nə edəcəm? Əgər axtardığım bu əks hal nədir? Əgər ortadakı ədəd axtardığım ədəddən daha kiçikdirsə. Yəni məsələn mən onu axtarıram. Ortadakı ədəd 8-dir. Buranı biraz çox qaralamışam işte. Məsələn mənim axtardığım ədəd ortadakı ədəd 8-dir, mənim axtardığım ədəd 10-dur. Yəni ortadakı ədəd mənim axtardığım ədəddən daha kiçikdir. O zaman mənim axtardığım ədəd bundan daha sağda yerləşir. Ona görə məsələn buran middirsə, bundan sonraki axtarış aralığım olur
mid plus 1-dən sona qədər. Baxsaz, yəni sağ sərhədim dəyişmir, sadəcə sol sərhədim gəlir ortadan bir sonraya. Bu şəkildə yaza bilərəm olaraq binary search-ü. Axırda bir dənə element qalır. Yəni axırda bu arada, yəni L-yə bərabər olanda dayanır. Yəni axırda bir dənə element qalanda dayanır. İndi məsələn mən bu axtardığım ədədi əldə var yoxsa yoxdur, necə tapa bilərəm onu? Axırda bir dənə element qalır. Sadəcə o axırda o qalan axtarış aralığını kiçildə gedirəm, 1-ə düşənə qədər. Axırda o qalan bir dənə element, əgər mənim axtarmaq istədiyim, yəni tapmaq istədiyim o axtardığım elementdirsə, o zaman get çıxarıram. Əks halda onu çıxarıram. Okay. Hətta məsələn şeydir, binary search-ün necə işlədiyini də sizə göstərə bilərəm. Hər dəfəsində L-ləri çıxararaq. Məsələn, baxsaq sadəcə birinci axtarış aralığımız 0.5 imiş, sonra düşüb 3.5 aralığını axtarıb, sonra düşüb 3.4 aralığını axtarıb. İndi axırıncını çıxarmıyorsun ki, sonra dayanıb, o axırıncı da ya 3 aralığına düşüb, ya da 4 aralığına düşüb. Yəni ya 3 tapıb, ya 4 tapıb. Yəni baxsaq şeydə gedib. Belə kodu ilə bağlı bir suallar varsa verə bilər. Müəllim, bəs orada yazılıdır. Cout. Aha, Bir daha bunu göstərə bilərsiniz. kodu göstərirəm də. Cout. Aha, scout. Çıxışa vermək üçün yəni scout. Orada hardasa boşluq var idi. O hardadır? Harda boşluq var? Yox. Yəni demək istəmirəm. Məncə konstantı. Eolimpdə. Səsi bağladı. Səsi bağlı. Okay. Müəllim, siz mənə akkauntu necə açmısınız? Əvəzlənləmişdim sadəcə onu bir də göstərməyə və vaxt olacaq deyə şey eləməm. Yəni çünki sadəcə məncə konsu sən burada akkauntu əlavə eləməsən, sadəcə məsələn username plus password-a gəlib username-ini yazsan, Eolimp hesabının password-ını yazsan, sonra bind directly-yə basan olur elə. Yəni sadəcə məncə konsuya girdin, hesabının username password-ını yazdın, sonra bind directly-yə bastın, bağlayır hesabını və cəza belə. Belə kodla bağlı bir sual olan varsa verə bilər, yoxsa digər suala keçə bilərik.
Yoxdursa o zaman digər suala keçib baxa bilərik. Digər sual olaraq hansısa başqa davam etmək olar deyə düşünürəm. Buna baxa bilərik elə. Səsi bağla da, Fərid. Bu sualda ümumi sizə bir dənə, ən azından bir dənə ərey verir. Hansı ki, məsələyə görə təkdir. Hansı ki, şeydir. Ən azından bir dənə ərey verir sizə, bir dənə sizə K verir. Sizə deyir ki, ən uzunluğunda bir dənə əreyiniz var və sizin K dənə əməliyyat haqqınız var. Bu K dənə əməliyyat nədir? Yəni K dəfə istənilən bir dənə ədəddə bir əreydəki bir elementi seçib onu 1 artıra bilərsiniz. Yəni məcbur deyil bunu, yəni hər indeksi bir dəfə eləyir. İstədiyiniz qədər eləyə bilərsiniz. Yəni K dənə əsas haqqınız var. K dənə sizin haqqınız var ki, hər hansı bir ədədi götürüb bir dənə 1 artıra bilərsiniz. K dənə belə əməliyyat haqqınız var. En uzunluğunda bir dənə əreyiniz var. Bu ərey tək uzunluğundadır. Çünki tək uzunluğunda niyə verir? Məsələnin şərtinə görə median teması var. Median məsələnin şərtinə görə median olsa da, yəni ortadakı elementdir də. Cüt uzunluğunda olanda indi orta 2-dən element olur axı. Burada ona görə elə bir problem yaşanmasın Məndə deyə. olmur. Ya, onunla bağlı elə biləcəyim şey yoxdur. Yəni dərsdən sonra və sair uzağı yazarsan şey eləyərəm. Dərsin bir də vaxtının ona girməsini istəmirəm. Summation problemidir onsuz da. Yəni sadəcə məsələyə həll atan bilirsən. Məsələn, özü ilə bağlı problem yoxdursa, yoxdur. Deməli, en uzun da bir dənə ərey var. Bu onsuz da ümumi olaraq median nədir? Riyaziyyatdan ötmə bilirsiniz. Median ortadakı elementə deyilir. Yəni, sıralayanda ortadakı elementə deyilir. Yəni sortlayanda ortadakı elementə deyilir. Hansı ki, məsələn baxsaz, bu əreyin medianı ümumi 3-dür. Baxsaz, əslində bu əreydə normalda ortadakı element 2-dir. Yəni median bu element, amma bu əreydə median 2 deyil. Median sortlayanda ortadakı elementə deyilir. Məsələn, bunu sortlasaz eləmiş olur 1, 2, 3, 5, 5. Səsi bağla da Fərid. 2-dən bir açırsan, dərsdə pozursan, yəni sonra mənasız suallar verirsən. Yəni dərsi pozmaqdırsa niyyətin, yəni niyə elə bir şey eləmək istəyirsən bilmirəm. Yəni, dərsi pozmaqsa çıxa bilərsən dərsdən. Bir də belə bir ərey. Bu əreyi də median 3-dür, çünki bu əreyi sortlasanız, məsələn, ortadakı element 3 olmuş olur. Ona görə median sortlayanda ortadakı elementə deyilir. Bilmirsinizsə. Medianı sortlayanda ortadakı elementə deyilir və tək uzunluqda deyə median burada həmişə var. Düz ortadakı element olmuş olur. Sizdən soruşur ki, sizə ümumi K dənə əməliyyat verilir. Siz bu K dənə əməliyyatda hər hansı bir ədədi götürüb 1 artırmaqdır. Siz bu K dənə əməliyyatdan istifadə edərək medianı maksimum neçə eləyə bilərsiniz? Yəni K dənə əməliyyat nədir? Hər hansı bir ədədi götürüb 1 artırmaqdır. Məsələn, mənim 2 dənə əməliyyatım var. 2 dəfə gedib hər hansı bir ədədi götürüb onu 1 artıra bilərəm. Ərədəki hər hansı bir ədədi götürüb 1 artıra bilərəm. Məsələn, burada cavab 5-dir. Niyə 5-dir? Çünki baxsaz ərəy 1 3 5-dir. Bu ərəyin normalda başdakı medianı 3-dür. Mənim də əlimdə 2 dənə əməliyyat var ki, baxsaz şey dedi example. Mənim əlimdə 2 dənə əməliyyat var ki, bu 2 dənə əməliyyat odur ki, hər hansı bir ədədi götürüb 1 artıra bilərəm. 2 dəfə bunu eləyə bilərəm. Məsələn, gedib mən 3-ü 2 dəfə artırsam, bu arada məcbur deyil bu arada həmişə gedib eyni elementi artırım. Sadəcə burada eyni elementi artırmaq ən yaxşısı olur bu testdə sadəcə. Ki məsələn, gedib mən bu elementi elə o 2 dənə bir dənə artırmaq mı, ikisini də burada işləsəm, bu ortadakı elementdə işləsəm, o zaman ərey olmuş olur 1 5 5 və baxsaz median 5 olmuş olardı. Bizdən soruşur ki, sadəcə elə bir bu 2 dənə bu əlimizdəki K dənə əməliyyatdan istifadə edərək medianı maksimum neçə eləyə bilərəm? Bizdən onu soruşur. Medianı burada maksimum bu əlimdəki K dənə əməliyyatdan istifadə edərək medianı maksimum 5 eləyə bilərəm. Başqa baxsaz daha böyük bir şey eləyə bilmirsiniz? Okay.
Yəni məsələn şərti o şəkildə başqa exampllara baxa bilərsiniz. Yəni sizə bir dənə ərək verilir. Sizə bir dənə də əməliyyat haqqı verilir. K dənə də əməliyyat haqqı verilir ki, bu əməliyyatlarda hər hansı bir ədədi götürüb 1 artırmalıdır. Sizdən soruşur ki, bu K dənə əməliyyatdan istifadə edərək ərəyin medianı maksimum neçə eləyə bilərsiniz? Məsələn şərti o şəkildədir. Belə hər hansı bir sual olan varsa verə bilər. Buradan sizə example-ları göstərir. Məsələn burada cavab 3-dür, çünki 5 dənə əməliyyat var. Necə 3 eləyir? Bunu yəqin 2 artırır. Qalan hamısını da 1 artırır. Daha doğrusu bunu 2 artırır. Bu 2 dənəsini də 1 artırır. O zaman ola bilər məsələn 1 2 1 1-dir. Orada ərək. Normalda başlanğıcda heç bir əməliyyat eləməsəm median 1-dir. Amma məsələn mən 5 dənə əməliyyat haqqım var da, mən gedib bunu 1 artırsam, bu ikisini də 2-dən artırsam, 5 dənə əməliyyat işlətmiş olamda, bunu 1 artırdım, o birisini də 2 ikisini də 2 artırdım, 5 dənə əməliyyat işlətdim. O zaman bunlar 3 oldu. Bu şəkildə mesela bunu sortlasa da bu əriyi belə bir şəkildə median 3 olmuş oldu. Bu şəkildə əriyin medianını maksimum 3 eləyə bilərsiniz. Baxsaz 4 eləmək mümkün deyil medianı əməliyyatlardan istifadə edərək. Bu əlinizdə 5 dənə əməliyyatdan istifadə edərək. Çünki əməliyyatın da limiti var axı. Əlinizdə K dənə əməliyyat var. Əməliyyat sayı və sair burada çox ola bilər. Əməliyyat sayı burada ola bilər maksimum 10-9. O biraz problem yaradır. Belə şərtlə bağlı bir sual yoxdursa həllə keçə bilərik. Şərtlə bağlı bir sual varsa onu verə bilərsiniz. Ki sadəcə ümumi olaraq məntiq bu məsələdə normal əreydə axtarış deyil, yəni əreydə bir şey axtarmırsınız. Sadəcə cavabı axtarırsınız. Yəni cavabı necə axtarırsınız? Məndən nə istəyir? Əreyin medianını maksimum neçə eləyə bilərəm? Mən o cavabı axtaracağam. Hansı ki məntiq burada bundan ibarətdir ki, məsələn mən əreyin medianını x eləyə bilərəm yoxsa yox. Onu tapmağın bir dənə yolunu bilməliyəm birincisi. Məsələn başda bizə bayaq verilən bir example-lardan birində ərey bu şəkildə idi də. Məndə 5 dənə əməliyyatım var idi. Məsələn, mən 5 dənə əməliyyatla burada medianı 4 eləyə bilirəm yoxsa yox? Eləyə bilmirəm onsuz. Sadəcə niyə eləyə bilmirəm məsələn? Mən tapa bilərəmmi ki, mən buradakı bu əreydə medianı 4 eləmək üçün nə qədər əməliyyat lazımdır mənə? Onu tapa bilərəm. Tapa bilərəmsə necə tapa bilərəm məsələn? Kimi düşünsəz? Məsələn, əreyin medianını 4 eləmək üçün burada nə etməyim lazımdır? Bu əreydə. Burada bu əreyin medianının 4 olması üçün yəni neçə əməliyyat işlətməyimə lazımdır sizcə minimum? Ən az. Ümumi nə demək istədiyimi başa düşə bilirsiniz? Neçə median dediniz mən? Ya medianı 4 eləmək üçün, məsələn median burada 3 eləmək olur, 4 eləmək olmur da. Məsələn düşünün, məsələn niyə 4 eləmək olmur? Məsələn medianı 4 eləmək üçün burada nə qədər əməliyyata ehtiyacın var ki, məsələn 5 əməliyyatın var da, 5 əməliyyatla olmur. Amma məsələn nə qədər əməliyyata ehtiyacın var medianı 4 eləmək üçün burada? Necə tapa bilərəm onu? Müəllim, burada 4 dənə 1 varsa əgər, biz gərək elə 5 dənə əməliyyat eləyək, 5 dənə 4 eləyək də bunları. Hamısını 4 ilə edirsən? Yəni median 4 eləmək istəyirsə, bəli, hamısı 1-dirsə, görmürəmsə. Yəni 1 1 1 2-dir bu axırdakı. Hə. 1 1 1 1 2-dir. Medianı Aha. Medianı 4 eləmək üçün bu əreydə nə qədər əməliyyat lazımdır? Onu tapa bilərəm. Medianı 4 eləmək üçün Aha. 1 var, 2 3 əməliyyat eləyə bilərik. 3 əməliyyatı necə eləyə bilərəm ki? 1 var, 2 var, 4-ü qeyd eləyə bilərik, bir də 5 6. 5 6. Yəni əməliyyatın Yox, 6 7.
6-7 yəni, nə demək istəyirsən? Şey, Sadəcə əməliyyat deyirsən də. medianı ortaya, 4-ü şeyi ortaya qeyd etmək istəyirəm. Sortlanmış şəkildə belə 1, 2, 4, 6, 7 olsa median 4 olmur. Hə, ərə 1, 2, 4, 6, 7 olsa demək istəyirsən? Mhm. Sən burada nə qədər əməliyyat işlətmiş oldun? Sən gör 4 dənə əməliyyat işləmiş oldun. Əməliyyat bu arada dəyişmək deyil, elementdir. Artırmaqdır. Artırmaqdır. Bəli, üzr istəyirəm, səhv Bir başa düşmüşəm. artırmaq, bir əməliyyatdır. Aha. Hər hansı bir ədəd götürüb bir artırmaq bir əməliyyatdır. Bəli, artırırıqsa bir dənə 4 əlavə eləyərik. 5 dənə də ədəd əlavə eləyərik. Fərqli yuxarı böyük bir ədəd. Məsələn, baxsan, medianın məsələn, burada sizin özünüz tapmağınızı istəyərdim. Məsələn, medianın 4 olması üçün belə ən kiçik hal belə bir şey ola bilər. Yəni, çünki yəni medianın 4 olması üçün gərək sortlanan sırada 4 ortada gəlsin də. Yəni 4-dən böyük bərabər olan, ya ortadan sonraki elementlər 4-dən böyük bərabər olsun. Yəni gərək ərəyin yarısından çoxu 4-dən böyük bərabər olsun. Afərin. Deməli, medianı tapmaq üçün birinci bu rəqəmləri azdan böyükdən sortlayırıq və ortadakı median olmuş olur, ha. Elədir. Burada baxsanız, yəni mən medianı 4 eləmək üçün minimum qədər əməliyyat lazımdır, onu tapmaq istəyirəmsə. Yəni medianın 4 olması üçün bütün ərəyindəki elementlərin 4 olmasına ehtiyac yoxdur. Sadəcə ərdəki elementlərin yarıdan sonrası 4-dən böyük bərabər olsa bəsləyir, yəni. Bu 4 olsa, qalanları da məsələn 4-dən böyük bərabər olsa bəsləyir. Yəni medianın 4 olması üçün. Çünki median 4-dürsə, sort sırada median ortada gəlir də, 4 ortada gəlir. Və sort sırada 4 ortada gəlirsə, bundan sonraki elementlər də bundan böyük bərabər olmalıdırlar da. Yəni əgər ərəy 5 uzunluğundasa, 5 bölü 2 plus 1 kimi hesab edirsiniz, əgər 3 dənə element 4-dən böyük bərabərdirsə, o zaman median 4-dən böyük bərabərdir. Sadəcə, yəni 3 dənə elementi 4-dən böyük bərabərlərsiniz bəsləyir. Bu da yəni hansıları 4 eləməyiniz, hansıları 4-dən böyük bərabərləməyiniz daha az əməliyyat aparar deyə düşünsəz, mən götürüb kiçik element, məsələn, mən bir dənə gedin, məsələn, bir dənə düşünün 1-i 4 eləməyi, bir də düşünün 2-ni 4 eləməyi. Mən 2-ni daha rahat 4 eləyə bilirəm də. 2-ni 4 eləməsi üçün üstünə 2 gəlməliyəm. 1-i 4 eləməsi üçün üstünə 3 gəlməliyəm. Ona görə məntiqli olan elə bu sorted sırada ortadan sonrakıları hələ 4-dən böyük bərabərləməyə çalışmaqdır. Ondan sonra mən sadəcə götürüb bunları 4 eləsəm, ən azından. Yalnız məsələn, özləri 4-dən böyük bərabərsə dəyişməyimə ehtiyac yoxdur, amma 4-dən kiçiklərsə 4-ə çatdırmalıyam. Bunları 4 eləsəm sadəcə bəsləyir də medianı 4 eləmək üçün. İdeya budur. Yəni məsələn deyək ki, mən tapmaq istəyirəm ki, məsələn bu ərəydə indi məsələn medianı 4 eləmək üçün neçə əməliyyat lazımdır? Bu ərəydə medianı 4 eləmək üçün bunun üstünə 3 gəlməliyəm, bunun üstünə 3 gəlməliyəm, bunun üstünə 2 gəlməliyəm. Yəni 3 üst 2 mənə 8 əməliyyat lazımdır. Amma mənim 5 əməliyyatım var. O zaman medianı 4 eləyə bilmirəm. Məsələn, amma niyə 3 eləyə bilirdim? Çünki medianı 3 eləmək üçün bunu gələ 2 artırım, bunu 2 artırım, bunu 1 artırım. Neçə əməliyyata ehtiyacım oldu? 5 əməliyyata ehtiyacım oldu və mən 5 də əməliyyatım var. Ona görə medianı ümumi olaraq 3 eləyə bilirəm. Amma 4 eləyə bilmirəm bu ərəydə. Yəni ümumi medianı x eləyə bilərəm yoxsa yox, onu o şəkildə tapıram. Yəni sizə yarıdan sonraki elementi sortlayıram və yarıdan sonraki elementlərə baxıram ki, onları x eləmək üçün nə qədər əməliyyat ehtiyacım var. Məsələn, hətta baxaq məsələn, ərəy belə bir şey olsaydı. Məsələn, burada median 1-dir. İndi məsələn mən tapmasam ki, burada medianı 3 eləmək üçün nə qədər əməliyyata ehtiyacım var. Medianı 3 eləmək üçün sadəcə yarıdan sonraki elementlərin hamısı 3-dən böyük bərabər olmalıdır. Məsələn, baxsanız, burada bunu 3 eləmək üçün neçə əməliyyata ehtiyacım var? 3-dən böyük bərabərləmək üçün neçə əməliyyata ehtiyacım var? Bunu artırmalı deyirəm. Burada heç əməliyyata ehtiyacım yoxdur. Burada da heç əməliyyata ehtiyacım yoxdur. Sadəcə bunu 3-dən böyük bərabərləmək üçün neçə əməliyyata ehtiyacım var? 2 də əməliyyata ehtiyacım var. Ona görə burada məsələn bu ərəydə 1 1 1 4 5 ərəyində medianı 3 eləmək üçün 2 də əməliyyata ehtiyacım var sadəcə. Ümumi medianı x eləmək üçün neçə əməliyyata ehtiyacım olmadan o şey tapıram. Yəni sadəcə yarıdan sonraki elementlərə baxıram. Əgər medianı x eləmək istəyirəmsə, əgər yarıdan sonraki elementlər x-dən böyük bərabər olan varsa onu dəyişmirəm. Amma hansısa element x-dən kiçikdirsə sadəcə onu x-ə çatdırmağa çalışıram. Onu da sadəcə çıxıb tapa bilərəm ki, neçə əməliyyata ehtiyacım vardır. Məsələn 3 eləmək istəyirəmsə, bu element 1-dirsə, bunun üçün 2 əməliyyata ehtiyacım var. Bunu 2 dənə artırmalıyam kimi. Onları toplayıram və tapıram ki, mənim neçə əməliyyata ehtiyacım var medianı x eləmək üçün. Sadəcə indi məsələn bunu tapdım. Medianı x eləmək üçün neçə əməliyyata ehtiyacım olduğunu tapa bilirəm.
Amma bu sadəcə bəsləmir. İndi məsələn bəsləyə bilərsiniz binary search hardadır. Məsələn, mən buna yenə linear search yaza bilərəm də. Məsələn, mən cavab tapmalıyam ki, mən medianı maksimum neçə eləyə bilərəm? 10 tapmalıyam. Mən medianı maksimum neçə eləyə bilərəm? 10 tapmalıyamsa, mən ən pis halda belə bir şey eləyə bilərəm. Məsələn, bayaq kimi bir ərəyim var. Məsələn, mən indi medianı x eləyə bilərəm, yoxsa yox, onu tapmağın bir dənə yolunu bilirəm də. Ya məsələn, mən yoxlaya bilərəm ki, medianı 1 eləyə bilərəm, yoxsa yox, 2 eləyə bilərəm, yoxsa 3 eləyə bilərəm, yoxsa yox, onu yoxlaya bilərəm. Məsələn, indi mən burada medianı maksimum neçə eləyə bilərəm, onu tapmaq üçün məsələn birinci başlayım. Medianı 1 eləyə bilərəmmi? 1 eləmək üçün baxsınız heç əməliyyata ehtiyacım yoxdur. Mənim əlimdə də 5 əməliyyat var burada. Baxıram məsələn, medianı 1 eləyə bilərəmmi? Eləyə bilərəm. Ona görə keçdim. Bəs medianı 2 eləyə bilərəmmi? 2 eləmək üçün plus 1-ə ehtiyacım var, plus 1-ə ehtiyacım var. Burada buna heç artırmaya ehtiyacım yoxdur. 2 əməliyyata ehtiyacım var. 5 əməliyyatım var. Deməli medianı 2 də eləyə bilərəm. Medianı 3 eləyə bilərəmmi? Onu da eləyə bilərəm. Çünki plus 2 ehtiyacım var, plus 2 ehtiyacım var. Bunun da plus 1 ehtiyacım var. Yəni bunu var ki, bunu 1 artırmalıyam. 5 əməliyyata ehtiyacım var. Mənim də əlimdə 5 əməliyyat var. O zaman medianı 3 də eləyə bilərəm. Yəni məsələn medianı 4 eləyə bilərəmmi? Plus 2 ehtiyacım var. Yəni toplamda 8 əməliyyat ehtiyacım var. Amma 5 əməliyyat var əlimdə. Deməli medianı 4 eləyə bilmirəm. Orada dayandım. Onsuz da 4 eləyə bilmirəmsə 5 də eləyə bilməyəcəm, 6 da eləyə bilməyəcəm, 7 də eləyə bilməyəcəm. Artıq getməyimə ehtiyac yoxdur. Sadəcə belə bu linear search-dur baxsınız. Yəni yenə bir-bir axtarım da. Məsələn 1 eləyə bilərəmmi, 2 eləyə bilərəmmi, 3 eləyə bilərəmmi? Belə gedirəm və tabanda dayandım. Baxsınız bu linear search-dur. Bunun da ən pis time complexi nə ola bilər? Çünki median burada ən böyük neçə ola bilər onu düşünsəz. Median ən pis hal budur ki, array bir uzunluğunda olsun, sadəcə bir dənə elementli olsun. Çünki çox uzun olanda, məsələn array çox uzun olanda mən medianı müəyyən bir ədədləmək üçün çox ədəd artırmalı olam. Ən pis hal odur ki, medianın çox böyük alına bildiyi hal odur ki, bir dənə elementdən ibarət olsun array. Və məsələn ədəd həmin ədəd başda 19 olsun. Məsələn əgər array bir uzunluğundasa sadəcə bunu onsuz da artırmağım medianı artırmağıma kömək edir. Və əlimdə məsələn maksimum sayda əməliyyat olsun, 19 əməliyyat olsun. Bu halda baxsanız, əgər mənim əlimdə 19 mənim əlimdə əgər bir uzunluğunda bir dənə array varsa və 19 dənə əməliyyatım varsa, həmin o bir uzunluğundakı arraydakı ədəd 19-dursa, mən bu 19 dənə əməliyyatın hər birində bunu artırsam, bu olar 2 vurulsun 19 və ən pis hal budur ki, median 2 vurulsun 19 ola bilər. Ən pis hal budur. Yəni median ən böyük 2 vurulsun 19 ola bilər. Ən kiçisi olsa 1 ola bilər. Çünki arraydakı ədədlər ən kiçisi 1 ola bilər məsələn şərtinə görə. Ona görə median ən böyük 2 vurulsun 19 ola bilər. Amma məsələn baxsınız indi mən həmin halda mən bir-bir cavab axtarsam, məsələn medianı 1 eləyə bilərəmmi, 2 eləyə bilərəmmi, 3 eləyə bilərəmmi, 4 eləyə bilərəmmi, 5 eləyə bilərəmmi? Belə əgər 2 vurulsun 19-a qədər getsəm time limit alacaq. Niyə? Çünki mən onsuz da medianı x eləyə bilərəm yoxsa yox, onu yoxlamaq üçün mən onsuz da array-i full gəzirəm hər dəfə. Full gəzirəm, ortadan sonrasını gəzirəm, amma çox fərqlənmir yəni. Array gəzirəm. Yəni deyək ki, ən böyük uzunluğunda array-in ən uzundasa array-in yarısını gəzirəm. Və mən əgər bütün cavablar üçün array gəzsəm, ən pis halda nə ola bilər? Cavab 2 vurulsun 19 alınır. Mən gələk bir-bir bütün hamısını yoxlayım. 2 alına bilərmi, 3 alına bilərmi, 4 alına bilərmi, 5 alına bilərmi deyə gələk 2 vurulsun 19-a qədər yoxlayım ki, cavabın nəsə olduğunu tapım. Yəni ən pis halda time complexi gələk 2 vurulsun 19-dan hər bir ədəd üçün bütün array-i gəzə bilərəm. Baxsınız bu time complexi time limit alacaq, görə bilərsiniz. Ona görə onsuz da bu şəkildə yazmaq olmur. Bu linear search-dir yəni baxsınız. Yenə baxsınız array üzərində axtarış eləmirəm. Amma cavabın nəsə olub olmadığını üçün linear search deyirəm. Yəni bir-bir bütün cavabları yoxlaya gedirəm. Bu linear search-dir. Bəs indi burada binary search necə edə bilərəm? Yenə məntiq eynidir. Yəni mənim axtarış aldığım başda nədir cavab üçün? Mənim onsuz da maksimum məndən soruşur ki, medianı maksimum neçə eləyə bilərəm? Medianı mən ən kiçik array-də 1 eləyə bilərəm, ən böyükdə array-də 2 vurulsun 19 eləyə bilərəm. Məsələn şərtinə görə. Hansı ki ona görə başda axtarış aldığım birdən 2 vurulsun 19-a qədər olur. Və yenə məntiq eynidir. Bu axtarış alının ortasına baxıram. Məsələn, axtarış alının ortasını sadəcə bunların toplayıb 2-yə bölərək hesablayıram. Hansı ki burada axtarış alının ortası 19 olmuş oldular. Başda, amma indi bu sonra daha kiçilə gedəcək də. Sən məntiq olaraq axtarış alınında. Left, right. Aha, elədim. Onu deməli, deyirəm, dərs pozursan ki. Yəni onu yəni sən sadəcə elə şeylər deyirsən ki, yəni hamı bildiyi şeylər deyirsən yəni. Hamı bildiyi şey təkrarlamağın bir mənası yoxdur. Bilmirəm, yəni özünün onu
fərqli olaraq, yəni sən bəlkə düşünürsən ki, sən bilirsən, onu başqaları bilmir. Yəni hamı bilir, sadəcə başqaları səsini çıxarmır ki, onun çox mənasız bir şey olduğunu bilirlər. Yəni onu deməyin çox mənalı olmadığını bilirlər. Belə hansı bir sualın varsa verə bilərsən, onunla bağlı bir problemim yoxdur. Amma yəni dərsi pozmaq, yəni mənim məqsədim dərsi pozmaqmış kimi gəlir daha çox. Ya da əgər pozmaq deyilsə, yəni ciddi olaraq onu düşünüb deyirsənsə, o zaman yəni bir dediyin şeyləri birinci deməzdən əvvəl bir düşün, yəni nə deyirsən deyə. Ortadakı element sadəcə yəni məntiq yenə eynidir. Bir axtarış alım var. Hər dərsində ortasına baxıram və bundan sonra ondan sola baxacağam, yox sağa baxacağam, onu tapmağa çalışıram. Yəni məsələn adi baxsanız, burada indi axtarış alımı normalda 1-dən 2 vurulsun 19-a qədər olur. Çünki ən böyük 2 vurulsun 19 ola bilər zaten. Amma məsələn bu ərə üzərindən yenə gedək. Deyək ki, mən bilirəm ki, indi axtarış alımı 1-10 aralığı olsun. Yəni median ən kiçik 1 ola bilər, ən böyük 10 ola bilər. İndi orada binary search necə eləyirəm? Axtarış alım başda 1-dən 10-a qədərdir. Yəni medianı mən maksimum başda düşünürəm ki, 1-dən 10-a qədər bir ədəd eləyə bilərəm. İndi sonra ortaya baxıram 5-ə. Medianı 5 eləyə bilərəm, yoxsa yox onu yoxlayıram. Məsələn necə yoxlaya bilərəm? Medianı 5 eləmək üçün gərək burada 4 əməliyyat lazımdır, burada 4 əməliyyat lazımdır, burada 1 əməliyyat, burada 3 əməliyyat lazımdır. Yəni mən medianı 5 eləmək üçün mənə lazımdır 11 əməliyyat. Mənim isə əlimdə var 5 dənə əməliyyat haqqı. Deməli, mən 11 əməliyyat lazımdır medianı 5 eləmək üçün. Mənim əlimdə amma 5 dənə əməliyyat var. Yəni deməli eləyə bilmirəm də, medianı 5 eləyə bilmirəm. O zaman bundan sonraki axtarış aralığım 1-dən 4-ə qədər olur. Niyə? Çünki mən əgər medianı 5 eləyə bilmirəmsə, 6 da eləyə bilmirəm, 7 də eləyə bilmirəm. Yəni daha böyüklərini eləyə bilmirəm. Ona görə hər dərsdə ortaya baxıram. Axtarış aralığım, hər dərsdə ortaya baxıram. Əgər bu ortanı eləyə bilmirəmsə, bundan sonra axtarış aralığım bu ortadan bir əvvələ qədər olur. Amma əgər ortanı eləyə bilirəmsə, o zaman bundan sonraki axtarış aralığım ortadan sonra olur. Çünki məsələn niyə ortadan sonra olur? Çünki məsələn mən əgər medianı 5 eləyə bilirəmsə, mən o zaman medianı 4 eləyə bilirəm, 3 eləyə bilirəm. Onları yoxlamağıma ehtiyac yoxdur. Çünki o zaman 5 eləyə bilirəmsə 4 eləyə bilirəm, 3 eləyə bilirəm. Mən tapmalıyam ki, medianı ən çox neçə eləyə bilirəm. Ona görə mən əgər medianı 5 eləyə bilirəmsə, ondan kiçiklərə baxmıram. Axtarış aralığım bundan sonra olur 5-dən 10-a qədər. Amma əgər mən medianı 5 eləyə bilmirəmsə, o zaman bundan sonraki axtarış aralığım olur 1-dən 4-ə qədər. Yəni 5 eləyə bilirəmsə olacaq 1-dən 4-ə qədər. 5 eləyə bilmirəmsə olacaq 1-dən 4-ə qədər. 5 eləyə bilirəmsə əgər medianı olacaq 5-dən 10-a qədər. Baxsınız yenə axtarış aralığının yenə hər dərsində ortaya baxıram, ortadan 2 dənə yerə bölürəm, ikisindən birinə gedirəm və bu şəkildə baxsınız başda axtarış aralığım 1-dən 2 vurulsun 19-a qədərdir. Bu aralığı, yəni axtarış aralığının uzunluğu nə qədərdir? 2 vurulsun 19 uzunluğundadır da. Bunu hər dəfəsində 2-yə bölə biləcəksəm, hər dəfəsində axtarış aralığını 2 dəfə kiçildə desəm cavabı taparam. Hansı ki, bu arada bilmirsinizsə 2 vurulsun 19 2 üstü 32-dir təxmini. Yəni bu axtarış aralığını siz 32 dəfə yarıya bölsəz, təxmini o qədərdir bu arada. Siz əgər bu axtarış aralığını 32 dəfə yarıya bölsəz 1-ə düşmüş olur uzunluğu. Yəni burada binary search 32 dəfə falan getsə və hansı ki olduqca sürətlidir, yəni cavabı tapmağımız üçün. Yəni mən sadəcə 32 dənə cavabı yoxlayacağam. 32 dəfə sadəcə array gedəcəm. Array'in uzunluğu 10-5 olmuş olsun və yəni baxsaz bu time limit vermir. İdeal şəkildədir, yəni baxsaz bayaq array üzərində axtarış eləyirdik. Burada indi cavab üzərində axtarış eləyirik. Cavab üçün axtarış aralığımız 1-dən 2 vurulsun 19-a qədərdir. Və hər dəfəsində həmin aralığın ortasına baxıb ya sola ya da sağa baxmağa qərar veririk. Yəni məsələn bundan sonra cavabımı ortadan soldan mı axtarım, yoxsa sağdan mı axtarım deyə. Cavabın da müəyyən bir şey olub olmadığını yoxlamaq üçün sadəcə array gəlib yoxlayıram. Ümumi olaraq ideal şəkildədir. Belə hər hansı bir sual olan varsa verə bilər. Kodunu göstərəcəm. Sadəcə ümumi izah elədim. Günarı. Salam müəllim, mənim adım Əlidir, anamın akkauntunun hesabından girmişəm. Bildim, Əli. Müəllim, bir dənə mən 2 gün əvvəl Çində idim. Yəni deyə baxa bilmirdim sizin bu servis dərsləri. YouTube'da siz paylaşırsınızsa, alarmı mən baxım onlara? Yəni linkini atardınız. Linkini atardım. YouTube'da mən paylaşım, kurs paylaşım. Kursa daha sonra recordingləri atıram, onları paylaşır. Qrupda məncə hər dərsdən sonra qoyular. Sən WhatsApp'dakı qrupda yoxsan? Yoxsa varsan da? WhatsApp'dakı qrupda varam. Yox, varam. Oradan baxsan YouTube'da məncə playlist şəklində yəqin yığıblar, yəni. Və əvvəlki dərsləri məncə YouTube'da qoyandan sonra YouTube'dan linkini atırlar. Məncə qrupa bax, orada olmalıdır. Olmasa uzağı mən onsuz linki atan mənə yazarsan ataram WhatsApp'dan linki. Əgər olmasa məncə olmalıdır. Okey oldu.
Sağ ol. Linki atan deyəndə bu arada dərsin linkini atan mənəm. Yəni oradan tapıb yaza bilərsən. Okay. O zaman belə bir şey soruşum məsələ ilə bağlı. Bu məsələni kim başa düşübsə, əl qaldıra bilər, bilə bilər deyə. Ya başa düşməmisinizsə də sual verə bilərsiniz, kim başa düşməyibsə də. Okay. 3 nəfər təxmini bayaqkına oxşardı. Sadəcə dediyim kimi, yəni yerdə əlbəttə başa düşməyənlər sual ki var. Hansı ki, başa düşməmisinizsə, çəkinməzə ehtiyac yoxsa sual verə bilərsiniz. Yəni olsa başa düşməmisinizsə sual vermənizdən başqa elə bir şey yoxdur. Yəni başa düşməmisinizsə ya başa düşməyən olaraq qalacaqsınız ya da ümumi sual verib öyrənə bilərsiniz. Sadəcə nəyə başa düşməmisinizsə onu sorsanız, onu izah etməyə çalışa bilərəm. Başa düşmədiyiniz hər hansı bir şey varsa. Kimsə sual verə bilərsə versin, vermək istəsə versin, daha doğrusu yoxdursa kodu göstərə bilərəm hələ. Okay. Burada Q yoxdur mən niyə? Bu şeydir. Bu K deyil. Bu da əməliyyat sayı bizə o ikinci verilən ədəd. İndi yəni axtarış alın. Yəni burada cavabı üçün axtarış edirəm. Yəni ərizədə bir ədəd axtarmıram. Cavabı axtarıram. Axtarış alın başda 1-dən 2 üstü 2 vurulsun 19-a qədərdir. 1-dən 2 vurulsun 19-a qədərdir. Hansı ki bunun niyə belə olduğunu bayaq onsuz da göstərdim. Yəni çünki niyə 1-dən 2 vurulsun 19-a qədərdir? Əriyə ən kiçik ədəd 1-dir. Və ən böyük cavab 2 vurulsun 19 ola bilər. Çünki ən pis hala baxdıq. Ən pis hal odur ki, əriyə bir dənə elementdən ibarət olsun. 19-dan əməliyyatım olsun. Əridəki ədəddə 19 olmuş olsun. O halda medianın maksimum 2 vurulsun 19 demək olur. Ən pis hal odur. Axtarış alın 1-dən 2 vurulsun 19-a qədərdir. Cavab yəni bu aralıqda bir ədəddir. Cavabın nə olduğunu tapmaq üçün hər dəfəsində bu axtarış aralığının ortasına baxıram və indi məsələn axtarış aralığının ortasına baxıram və yoxlayıram ki, məsələn cavab mid ola bilər yoxsa yox. Əgər cavab mid ola bilərsə, o zaman bundan sonra middən sonra da axtaracağam cavabı. Əgər cavab mid ola bilməsə, bundan sonra cavabı middən əvvəl də axtaracağam. Mid nədir? Middle mənasında şeydir, middle-ın qısalması kimi yazılır. Middle olsa ortadır, baxsan. L-lə L-in ortasında, axtarış aralığının ortasında tapılır. Müəllim, bəs siz orada yazmışsınız iOS Sims Studio. Bunlar da sürətləndirmək üçündür, yəni bilmirsənsə. Sizə Onlar siz input output və s. sürətləndirmək üçündür. Bunu əriyə başda sortlayaq. Sortlanmış şəkildə ortadan sonraya baxacağam. Sortlanmış şəkildə ortadan sonraya baxacamsa, en uzun dairenin ortası en bölü 2-ci indeks olmuş olur. En bölü 2-ci indeksdən sona qədər baxacam. Və yəni məntiq budur ki, məsələn, mən bilmək istəyirəm ki, məsələn, bu əreydə mən medianı 5 eləyə bilərəm, 5 olmasa 6 eləyə bilərəm yoxsa yox. Deyək. Yəni daha doğrusu 5 olsun məsələn. Medianı 5 eləyə bilərəm yoxsa. Orada nə edirəm? Ortadan sonrakılara baxıram. Baxıram ki, arasında neçə əməliyyat lazımdır. Məsələn, buna məsələn baxsaz, buna nə qədər əməliyyat lazımdır? 4 dənə. Çünki bu 5-dən sadəcə çıxıb tapıram da. Bircə bunu 5 eləmək üçün 4 əməliyyat ehtiyac var, çıxıb tapıram. Bunun üçün bir əməliyyat ehtiyac var. Buna yoxdur. Əgər onsuz da 5-dən böyükdürsə, onu 5-dən böyük bərabərləmək üçün ona əməliyyata ehtiyac yoxdur. Amma o şey tapıram, toplayacağam indi. Sonra da əməliyyat sayını. Məsələn, bunları burada medianı 5-dən böyük bərabərləmək üçün 5 əməliyyat ehtiyacım var. Mənim də əlimdə 5 əməliyyat varsa, o zaman deməli medianı 5 demək olur burada. Yəni mən cəm götürə bilərəm. Əgər ədəd medianı neçə eləmək istəyirəm burada. Əgər ədəd bu
middən böyük bərabər sonsuz. Burada əməliyyata ehtiyacım yoxdur bu ədəd üçün. Amma əgər bu ədədin özü middən kiçikdirsə, məsələn mən medianı 5 demək istəyirəm, bu ədəd 3-dür. O zaman mən bu ədədi 5-ə çatdırmalıyam. Neçə əməliyyat çatdıra bilərəm, onu çıxıb tapa bilərəm də, neçə əməliyyat lazımdır bunu çatdırmaq üçün. Ümumi nə qədər əməliyyat lazımdır bütün əriyə medianı izləmək üçün onları toplayıram. Əgər lazım olan Siz nə vaxt, nə zamanda yazırıq else? S yazmıram. Çünki əgər ədəd middən böyük bərabərsə, o zaman heç bir şey eləmək lazım deyil. Heç bir şey eləmək lazım deyilsə, niyə S alıb şey yazım ki? Əgər lazım olan əməliyyat sayı mənim əlimdə olan əməliyyat sayından daha azdırsa, yəni kiçik bərabərsə, məsələn, buna deyək ki 10 əməliyyat lazımdır, mənim əlimdə 12 əməliyyat sayı var və ya lap 10 əməliyyat lazımdır, mənim əlimdə hələ tam olaraq 10 əməliyyat sayı var. Yəni mənim əlimdəki əməliyyat sayı çatırsa buna, o zaman eləmək olur. Bundan sonra axtarış alığım səsi açma da Fərid. Boş yerə danışmırsansa. Əgər mənim əlimdəki əməliyyat sayı buna çatırsa, midləməyə cavabı. Və bundan sonra o zaman middən sonraya baxmalıyam. Ona görə elmi eləyirəm. Amma əgər mənim əlimdəki əməliyyat sayı çatmırsa, o zaman bundan sonra middən əvvəldəkilərə baxmalıyam. Ona görə sadəcə axtarış aralığımın sağ tərəfini middən bir əvvələ gətirirəm. Yəni bundan sonra middən əvvəlkilərə, ortadan əvvəlkilərə baxmalıyam axtaranda. Çünki əgər məsələn 5 eləmək olmursa, əgər medianı, o zaman 6 da eləmək olmaz, 7 də eləmək, daha böyüklər də eləmək olmaz. Yəni bundan sonra 1-dən 4 aralığına baxmalıyam ki, onlardan hansını eləyə bilərəm deyə. Media bir şey deyil. Sadəcə bu arada mənim binary search-ında belə bir şey var. Məsələn, əgər binary search-da r bərabər -1 yazmısınızsa, binary search yazmağın birdən çox yolu var. Yəni özünüz sadəcə bir implementasiya seçib internet üzərindən də onu işlədə bilərsiniz. Yəni bir-birinə oxşayırlar onsuz, məntiq dəyişmir heç vaxt. Sadəcə belə bəziləri MIDI biraz başqa cür düsturla tapa, ortanı başqa cür düsturla tapa bilərlər və s. və ya buralar biraz fərqli ola bilər. Mənim yazdığım binary search-da belə bir şey var. İndi burada əgər r bərabər -1 yazmışamsa, r bərabər -1 yazmışam, gedir ilişir bir yerdə. Əgər ortanda l plus l bölgünə tapıramsa, ona görə mən nə vaxt r bərabər -1 yazıram, gəlirəm burada ortanı l plus l bölgünə yox, l plus 1 bölgünə tapıram ümumi olaraq. Yəni bunun da əslində məntiqi, yəni bunun niyə belə olduğunu deyə bilərsiniz. Problem şeydə yaranır. Çox dərin şey eləməyəcəm, yəni çox belə qarışıq, çox dərin izah eləməyəcəm. Sadəcə adi niyə belə olduğunu izah edirəm. Yəni bu şeydir, əslində çox vaxt problem yaranmır. Sadəcə nə vaxt problem yaranır? Nə vaxt ki aralığın uzunluğu 2-yə düşür, onda problem yaranır. Çünki məsələn aralığın uzunluğu 2 deyilsə, baxsanız, məsələn aralığın uzunluğu 3 və s-dirsə, siz yəni daha böyüksə, siz ortanı tapdınız, sonra ya bundan sonraya baxacaqsınız, ya yəni bundan sonra axtarış aralığınız r bərabər -1 eləmisinizsə, r bərabər -1 eləmisinizsə, o zaman ya olmayanda axtarış aralığınız bu middən bir əvvələ qədər olur. Əks halda da axtarış aralığınız bu middən sona qədər olur. Baxsaq, yəni ikisində də axtarış aralığının uzunluğu kiçilmiş olur da. Amma əgər axtarış aralığının uzunluğu nə vaxt ki getdi 2-yə düşdü, axtarış aralığının uzunluğu 2-yə düşəndə, əgər siz ortada, yəni ortadakı olaraq bunu götürsəniz, indi məsələn, əgər olmursa, r-i -1 deyəcəksiniz. Əgər olursa, neyəcəksiniz? Əgər olursa l mid eləyəcəksiniz. Mid budur deyək ki. Axtarış aralığınız, yəni l 0-dır bu dəqiqə deyək ki. R də 1-dir. Bu halda düşünün bir də. L 0-dır, R 1-dir və mid də o zaman 0 olmuş olur da. L plus R bölgünə hesablasam. İndi məsələn deyək ki, bu 0 cavab ola bilər. 0 cavab olursa, o zaman bundan sonraki axtarış aralığım nə olmuş olur? L mid eləyirəm. Əgər L mid -1-ləmişəmsə, L mid eləyirəm. L mid eləyirəm sadəcə. R də dəyişməmiş olur onsuz. Baxsaz, yəni L 0 idi onsuz. Hələ mid də 0 olduğundan, əgər alınanda L mid eləyəndə, baxsaz, axtarış aralığını kiçilməmiş oluram. Yəni olduğu kimi qalır. Burada L olanda ona görə burada ilişib qalır. Ona görə axtarış aralığının yəni sadəcə bu axtarış aralığının uzunluğu 2-yə düşəndə olur bu arada. Ona görə ümumi olaraq burada L, yəni, o halda bir dənə şey deyirəm. Əgər R bərabər -1 yazmışamsa, sadəcə o halda bir dənə L plus R bölg yerinə
L plus R plus 1 bölü 2 yazıram. Bu nəyə dəyişir? Baxsaz. Əgər mən burada ortanı L plus R bölü 2 yerinə L plus R plus 1 bölü 2 ilə hesablasaydım, 0 plus 1 plus 1 bölü 2 ilə hesablasaydım, ortanı 0 yox 1 tapardım. İndi baxsaz burada eyni problem yaranmır. Çünki əgər alınmasa, axtarış aralığım belə olacaq. Yəni L normal 0-dan 1-ə qədərdir. Əgər alınmasa, R mid minus 1 eləyəcəm. Axtarış aralığım yenə kiçilmiş olacaq. Əgər alınsa da L-i 1 eləyəcəm. Yenə axtarış aralığım baxsaz 0-1-dən 1-1 aralığına gəlmiş olacaq. Yenə kiçilmiş olacaq. Yəni orada ilişib qalmır artıq. Bunu tam başa düşməyiniz lazımdırmı? Əslində başa düşsəz daha yaxşı ola bilər, amma yəni çox fərqi yoxdur. Sadəcə şey kimi də əslində yadda saxlaya bilərsiniz ki, bu şəkildə binary search yazırsınızsa, bir dənə nə vaxt ki R bərabər mid minus 1 yazdınız, ortanı L plus R bölü 2 ilə yox, L plus R plus 1 bölü 2 ilə hesablayırsınız. Bunda məntiqi nədir? Elə bir bu əslində bu arada tək olanda onsuz. Tək olanda əgər uzunluq təkdirsə aralığın, o zaman bir şey olmur. Uzunluq aralığın ortası yəni bir dənədir. Burada problem yaranmır. Amma uzunluq cüt olanda aralığın siz düsturdan asılı olaraq ya bu ortadan birincini və ya ikincini götürə bilərsiniz. Yəni biz normalda ortadan birincini götürürük L plus R bölü 2 ilə hesablayanda. Əgər ortadan ikincini götürmək istəyirəmsə, sadəcə üstünə 1 gəlsən bəs elə L plus R plus 1 bölü 2 ilə hesablasan bəsləyir sadəcə. Orada o ilişən halda sadəcə ortadan ikincini götürmək düzəldir problemi. Ona görə elə bir şey eləyirik. Ona görə nə vaxt ki R bərabər mid minus 1 yazsaz, L plus 1 bölü 2 ilə hesablayırsınız ortanı. Axırda da cavab olaraq L-i çıxaracam. Yəni R də çıxara bilərsiniz. Bu arada fərqi yoxdur onsuz da. Bu yazdığımız binary search L-ə bərabər olanda dayanır. Yəni bir dənə axtarış ağı kiçilə gedir. Bir uzunluğunda qalanda o zaman dayanır. Yəni cavabı tapanda dayanır. Ona görə L-i ya da R-i çıxara bilərsiniz. İkisi də onsuz da eyni şey olmuş olacaq. İkisi də cavabdır. Okay. Buna ataq solution olaraq. Hətta ilişdiyini göstərə bilərdim əslində. Yəni baxsaz baxsız ilişdi, cavab çıxarmır. Çünki binary search-in içərisində ilişib. Hətta harda ilişdiyini də göstərə bilərəm. Sadəcə iki uzunluğunda bir şey qalanda ilişir, aralıq qalanda ilişir. Yəni 0-1 ola bilər bu aralıq, yəni ola bilər 1-2 ola bilər 200. Yəni sadəcə i plus 1 kimi də. İki uzunluğunda bir aralıq qalanda axtarış aldı. Baxsız 5-6-da gedib ilişib, bu aralığı kisilə bilmirdi elə bir. Ona görə amma sadəcə L plus 1 bölü 2 yazıram və həll olmuş olur. Bu sualın kodu bu şəkildədir. Belə hər hansı bir sual olan varsa verə bilər. Bundan sonra çox piyə baxmayız bu arada. Sadəcə 10 dərsə 10 dəqiqə gec başlamışdıq da. Sadəcə yəni 40-a qədər falan baxarıq. Bir dənə sadəcə lower bound, upper bound izahləməmişəm. Onları izahlayacağam. Bir dənə çox kiçik məsələ üzərindən, onun çox üzərində qalmayacağam. Sadəcə adi lower bound, upper boundu izahlayıb, sadəcə bir məsələ üzərindən göstərib bitirəcəyik dərsi. Bundan sonra amma əsas bununla bağlı nəsə sualınız varsa verə bilərsiniz, yoxsa ona keçəcəyik. Daha sonra da sualınız olsa verə bilərsiniz, gələn dərs və s. belə şey yoxdur. Kodu göstərə bilərəm. Nasıl kodu göstərirəm? Gözə atmışam mı görün bura? Qoymadım. Kodu göstər. Bir dəqiqəliyinə belə açıq qoya bilərəm. Baxmanız üçün. Yine de orada menüce kalmıştı. Dedim onun necə eləyir?
Bayağı yəni onu məncə dərsdən vaxt gedəcək. Yəni bayaq onsuz da izah elədim. Mən bilmirəm, eləyə bilmirsənsə başqa birindən kömək istəyə bilərsən ümumi. Sən yerinə falan eləsinlər deyə onu. Kimsə öyrətsin dərsdən alır. Çünki dərsdə ona vaxt gedəcək. Bayaq onsuz göstərdim, bilmirəm, başa düşənmirsənsə daha çox sən bir dəfə də göstərmək istəyirsənsə çox çətin bir şey deyil onsuz. Yəni sadəcə məncə konstitusiyasına girirsən, burada hesabını əlavə eləməlisən də, username plus password-ını əlavə elə, ən sadə olmasını istəyirsənsə. Sadəcə Codeforce hesabını, bu məsələ Codeforce-dandır. Sadəcə Codeforce hesabının adını yazdım, password-ını yazdım, binary click bastım, normaldır. Elə bildin? Usta diyor ki manager accounts. Sonra ben kod skopyayım. Bir sual yoxdursa, davam edə bilərik. Bir sual varsa verə bilərsiniz. Məsələn, gələn dərsdə də olsa, sualınız olsa, gələn dərsdə binary search məsələlərinə baxacağıq. Orada da verə bilərsiniz. Əgər məsələn əvvəlki dərsdən suallar və s. orada heç problem yoxdur. Yoxsa o zaman davam edə bilərik sadəcə. Bəzi funksiyalar var ki, C++-ın özündə. Həmin funksiyalar özü elə şeylə işləyir, binary search-la işləyirlər, arxa fonda. Yəni onları işlərsəz, yəni sadəcə onlar nə işlədir? Sürətli işləyirlər, arxada özləri binary search-la işləyirlər. Amma siz binary search yazmırsınız, yəni onun üçün sadəcə bu funksiyaları yalnız da yəni o funksiyaları sadəcə işlədərək binary search eləyə bilirsiniz, sadə binary search-ləri. Hansı ki bu funksiyalar lower bound, bir də upper bound-dur. Lower bound və upper bound nəyə tapır? Məsələn, bir dənə array üzərindən göstərsəm çox sürətli. Məsələn, bir dənə array'im var. Lower bound ilk böyük bərabər olanı tapır. Upper bound ilk böyük olanı tapır bir dənə elementdən. Məsələn, mən 6-nın lower bound'unu axtarıram burada deyək ki, mənə 6-nı verəcək. Lower bound gedib 6-nı tapacaq. Yəni mən bir ədəddən böyük bərabər olan ilk ədədi tapmaq istəyirəm array'də. Bunu lower bound'dan tapa bilərəm. Lower bound funksiyasından tapa bilərəm. Bu arxada özü binary search-lə işləyir. Sortda olmadığına görə onsuz da array və ya vektor, yəni daha vektorda işlədə biləcəyim funksiyadır. Yəni ona görə sortda olmalıdır vektor onsuz. Vector sort olanda lower bound və ya upper bound işləyir. Sanki ki, lower bound ilk böyük bərabər olanı tapır. Məsələn, deyək ki, 6-nın lower bound'unu axtarıram bu vektorda. Gedib mənə 6-nı tapacaq. Amma 6-nın upper bound'unu axtarıram. Gedib mənə 8 tapacaq. Niyə? Çünki lower bound'la upper bound'un fərqi budur ki, lower bound ilk böyük bərabər olanı tapır. Upper bound həmin elementdən ilk böyük olanı tapır. Yəni altdan böyük bərabər olan ilk element hələ özüdür. Altdan böyük olan ilk element amma 8-dir. Yəni bunu bir dənə vektor yazıb göstərsəm, sadəcə lower bound və upper bound iteratorla tapır. Qiymətini çıxarmaq üçün sadəcə qarşısına ulduz atmalıdır. Yəni həmin iteratorun qiymətini verməsi üçünsə. Məsələn, bir dənə vektorum olsun. 1, 2, 5, 6, 8, 10, 12. Soru şəkildə bunu son sortlamayacağam. Soru şəkildə yazdım vektora elementləri. Və bunda da məsələn deyək ki, mən lower bound tapmaq istəyirəm. Sadəcə elə bir lower boundda bunu şey kimi düşünə bilərsiniz, axtarış aralığı yazırsınız kimi düşünə bilərsiniz. Yəni begindən endə qədər, yəni bütün şeydə mən istəyirəm ki, bütün şeydə lower bound tapsın, bütün vektorda lower bound tapsın və hansı elementin lower bound'unu tapsın? 6-nı. 6-nın lower bound'unu tapsın və baxsaz bu iteratordur. Mən iteratoru çıxara bilmərəm. Iterator qaytarır lower bound və upper bound iteratorla işləyir. Siz iteratoru çıxara bilmərəm. Onun yerinə o iteratorun qiymətini çıxarmağı çalışıram. Məsələn, 6-dan böyük bərabər olan ilk element hansıdır? 6-dır. Bəs 6-dan böyük olan ilk element hansıdır? Onu artıq upper bound'dan tapa bilərəm. Lower bound və upper bound'un fərqi budur. Dərs nə vaxt bitəcək? Uzağı 40-da bitirməyi istəyirəm. Sadəcə bu lower bound, upper bound'a baxıb bitiririk. Bir dənə məsələ onunla bağlı çox vaxt almayacaq bir dənə məsələni sadəcə yazıb göstərəcəm. O qədər çox uzatmayacağam. Lower bound və upper boundla bağlı nəsə sual. Orada lower bound indi upper boundun özünü tapmalı, yəni göstərir. Amma məsələn ola bilər ki, siz bilmək istəyirsiniz ki, bu ədəddən ilk böyük bərabər olan element hansı indeksdədir? Yəni
o iterator qaytarır. Çünki yəni, lower band və iterator isə ilk böyük bərabər olan element, lower band ilk böyük bərabər olanın, upper band ilk böyük olanın, sizin axtardığınız elementdən ilk böyük bərabər olan iteratordan qaytarırlar. Siz o iteratorun qiymətini çıxarırsınız ki, bundan ilk böyük bərabər olan element hansıdır və ilk böyük olan element hansıdır, upper band işlədir sizə. Amma sizə gəlində onun indeksini tapmaq istəyirsinizsə, sizə iterator qaytarırsa, bir iteratorun hansı indeksi göstərdiyini bilmək istəyirsinizsə, sadəcə ondan A.B-ni çıxsaz bəsləyir. Yəni çünki bu arada iteratorlar şey nə gedir? Məsələn, birinci elementin iteratoru A.B-də saxlanır. Yəni birinci element A.B-də saxlanır. Yəni birinci elementin iteratoru A.B-dir. İkinci elementdə ikinci element yəni sıfırıncı indeksin iteratoru A.B-dir. Birinci indeksin iteratoru A.B-in plus 1-dir. Ümumi. İkinci indeksin ki A.B-in plus 2-dir. Orisini A.B-in plus 3-dür. Məsələ kimi düşünə bilərsiniz. Ümumi. Məsələn sizə bunun iteratorunu qaytardı. Siz bunun indi hansı indeks olmasını bilmək istəyirsiniz. İndeksini tapmaq üçün sadəcə ona A.B-ni çıxsaz bəsləyir. Yəni sadəcə A.B-ni çıxırsınız ki, A.B-dən məsafəsini tapırsınız. Məsələn, A.B-in ilk elementi A.B-dən nə qədər məsafədə yerləşirsə, məsələn burada bunun iteratorunu A.B-dən çıxsaz, tapacaqsınız ki, bu A.B-dən 3 məsafədə yerləşir. Bu da əslində 3-cü indeks olduğunu bilmək deməkdir. Yəni sadəcə indeksini bilmək istəyirsən, yəni özün yox, məsələn burada 6-nın upper bound'unu çıxarım. Çıxışa 8 qaytaracaq. İndi mən 6-nın upper bound'un dəyərini çıxarmışam, başqa iteratorun qiymətini çıxarmışam. İndi bunun indeksini çıxarmağa çalışsam, sadəcə ondan çıxmalıyam. Özündən bu arada burada qiymətindən çıxmalı deyiləm. İteratorundan çıxmalıyam A.B-ni, A.B-dən məsafəsini tapmağa çalışmalıyım ki, bu neçənci indeksdə onu bilə bilim. Dörd qaytar ki, bu 6-dan böyük olan ilk ədəd 4-cü indeksdədir. Baxsınız da elə o şəkildədir. 0, 1, 2, 3, 4-cü indeksdədir 6-dan böyük olan ilk element. Yəni upper bound ilk böyük olanı tapır. Lower bound ilk böyük bərabər olanı tapır. İndekslərini də tapa bilərsiniz istəsəz. A.B-ni çıxıb onlardan. İstəsəniz indekslərin yox özlərini ilk böyük bərabər olan və ilk böyük olan elementin özünü çıxara bilərsiniz. Onda qarşısına sadəcə iteratordur. Onun qiymətini çıxarmaq üçün sadəcə qarşısına ulduz çıxara bilirsiniz və ya götürə bilirsiniz. O şəkildədir. Upper bound və lower bound. Bura qədər bir sual yoxdursa, bir dənə sual üzərinə sadəcə bu upper bound və lower bound məsələn bir dənə işləndiyi bir dənə yeri göstərə bilərəm. Bu arada, yəni ümumi məsələn məsələdə sizə nə vaxtsa ilk böyük bərabər olan və ya ilk böyük olan element tapmaq lazımsa olsa, bunları rahat edə bilərsiniz. Yəni bir də bu arada bunları upper bandı və lower bandı tapmaq üçün özünüz də binary search yaza bilərsiniz bu arada. Yəni bir cür binary search yaza bilərsiniz ki, elə bunu tapsın. Sadəcə bunlar hazır olan funksiyalardır. Bunları özünüz yazmanıza ehtiyac yoxdur. Onsuz arxa fonda elə binary search işləyirlər özləri də. Yəni o şəkildə yazılıblar. Amma istəyirsə belə binary search məsələn məncə bəlkə daha yaxşı öyrənmək və s. istəyirsə özünüz üçün upper bound, lower banddan istifadə etməyərək bunların elədiyi işi eləyən bir dənə proqram yaza bilərsiniz. Məsələn, ilk böyük bərabər olan elementi binary search-dən özünüz tapmağa çalışın. Upper bound və ya lower bound işlətməyin. Kimi bir şey eləyə bilərsiniz. Bura qədər bir sual yoxdursa, burada bir dənə sual var idi sadəcə bu upper bound və ya lower bound işlədə biləcəyiniz. Hansı ki, məsələn, şərtində deyilir ki, bir dənə array verilir. Bu array ilə bağlı sizə ümumi suallar verilir ki, məsələn, bu aralıqda neçə element var arraydə. Məsələn, deyək bir dənə array var. Sizə məsələn belə bir array verilir. Sonra da sizə suallar verilir. Suallar şəkildə nə? Məsələn, bu arraydə 5-10 arasında olan neçə dənə ədəd var? Məsələn, bu arraydə 5-10 arasında olan neçə dənə ədəd var? 4 dənə ədəd var. Sadəcə mən bunu arrayi bütün gəzmədən, yəni binary search-lə tapmağa çalışmalıyam da. Mən bu arraydə indi məsələn 5-10 arasında olan neçə ədəd olduğunu necə tapa bilərəm? Məsələn, lower bound və upper bounddan istifadə edərək sizcə. Məsələn, mən tapmaq istəyirəm ki, bu arraydə 5 və 10 arasında olan neçə ədəd var. Bunu indi binary search-dən istifadə edirik. Daha deyək, məsələn, binary search-lə işləyən lower bound və upper bounddan istifadə edirik. Necə tapa bilərəm? Yəni 5-10 sadəcə example deyən sizə məsələn suallar verir ki, bu arraydə L və R arasında olan, yəni L-dən böyük bərabər olub, R-dən kiçik bərabər olan neçə ədəd var bu arraydə? Müəllim, two pointerlə tapa bilmərik. Bu pointer, sənə sadəcə suallar bu pointerlə nə tapmağı düşünürsən? Yəni sənə bir dənə sual vermir axı. Baxsan burada məsələn sənə 100.000 dənə sual verə bilər. Hər suala cavab verməlisən. Yəni sən sadəcə bir dənəsini tapmaqdan söhbət getmir, yəni. Məsələn bir dənə suala cavab verməkdən söhbət getmir. 100.000 dənə sual var. Bayaq dedim
Dedim də 10-40-da bayaq onsuz sənin yazdığın suala cavab vermişdim hələ. Təxminən 10-40-da və sair bitməsin istəyirəm. Amma ola bilər ki, 5 dəqiqə falan gecikər. Amma çox gec bitirməyəcək sadəcə. Bu məsələyə baxıb bitiririk son olaraq. Bunu çox da uzun məsələ izah eləməyəcəm sadəcə. Adi biraz izah edəndən sonra kodunu göstərdim o qədər. Məsələn, burada bu ərədə 5 arasında neçə element olduğunu hesab bilərəm. Lower bound və upper bounddan istifadə edərək. Məsələn, 10 arasında olan ilk ədəd hansı ədəddir? Onu hesab bilərəm. 5-10 arasında olan ilk ədəd bu vektorda. Hesab bilərəm onu. Lower bound və ya upper bounddan istifadə. Məsələn, nədən istifadə etməliyəm? 5-10 arasında olan ilk ədəd tapmaq üçün. Məsələn, mən tapmaq istəyirəm ki, 5-10 arasında olan bu vektorda ilk ədəd hansıdır? 5-10 arasında olan ilk ədəd sort sırada. Onu nədən istifadə edərək tapmalıyam? Hesab bilərəm məsələn. Baxsız 5-dir. Amma məsələn normalda L arasında olan bu vektorda ilk element hansıdır? Onu hesab bilərəm. Onsa məsələn baxsız L arasında olan ədədlər ardıcıl gəlir. Sort sıradadırsa məsələn 6-12 arasında neçə ədəd var? Bunlar ardıcıl gəlməlidirlər də. Sort sırada düzülmüşəmsə ardıcıl gəlməlidirlər 6-12 arasında olan ədədlər. Yəni, 6-dan başlayır 12-yə qədər getməlidir. Sonra 6-nı keçəcək. 6-dan əvvəldə 6-dan kiçik ədədlər var. Məsələn 6 olmasa məsələn ümumi olaraq başqa bir məsələn 3-14 aralığında. Baxsız burada neçə ədəd var? 3-14 aralığında burada var. Bu vektorda var. 6 ədəd. Sadəcə məsələn 3-14 aralığında olan vektorda neçə ədəd var? Onu tapmaq istəyirəm. Məsələn mən deyim belə bir şey ola bilər. Yəni 3-14 burada 2 yoxdur, mən 2-ni də saydım. Belə bir şeydir. 3-14 aralığında olan bu vektorda 4 dənə ədəd var. Onu məsələn necə tapa bilərəm? Lower bound və ya upper bounddan istifadə edərək. Məsələn 3-14 aralığında olan ilk ədəd hansı ədəddir? Onu tapmaq istəyirəm. Bu çox çətin bir şey deyil axı. 3-14 aralığında olan ilk ədəd, əreydə və vektorda olan ilk ədəd hansı ədəddir? Onu bilmək istəyirəm. İndeksin üzərinə bir gələrik. Yəni necə indeksin üzərinə bir gələrik? 3-14 aralığında olan ilk ədəd vektorda 5-dir. Yəni indeksin üzərinə bir gəlməklə nə əlaqəsi var? Nə hesab bilərəm mən onu soruşuram. 3-14 aralığında ilk ədəd 3-dən böyük bərabər olan ilk ədəddir, onsuz. 3-dən böyük bərabər olan ilk ədəd tapıram lower bounddan. 3-dən böyük bərabər olan ilk ədəd hansıdır? 5-dir. İndi bir də taparam ki, məsələn, burada bir də şey ola bilər. Birdən çox 14 var deyək ki. Birdən çox 14 var. İndi məsələn, bir də deyə bilərsiniz ki, o zaman 14-dən böyük bərabər olan o zaman ilk ədəd taparam ki, tapım ki, o zaman neçə ədəd var 5-14 aralığında, 3-14 aralığında. Tam elə deyil, çünki birdən çox 14 ola bilər. Əgər siz 14-dən böyük bərabər olan ilk elementi tapsaz. Məsələn, birdən çox 14 varsa, o bir 14-ləri görməmiş olacaqsınız. O bir 14-lər ondan sonra da qalmış olacaq. Ona görə 14-dən böyük bərabər olan yox, 14-dən böyük olan ilk ədəd tapıram. Yəni 14-dən böyük olan ilk ədəd, yəni 14-dən böyük olan ilk ədəd aralığa daxil deyil, amma 14-dən böyük olan ilk ədəddən bir əvvəlki ədəd aralığa daxildir. Yəni çünki 14-dən böyük olan ilk ədəd hansı ədəd ki, o aralığa daxil olmayan ilk ədəddir. Ondan bir əvvəlki ədəd, amma məcbur olaraq əgər aralıq varsa, ən az bir dənə belə element varsa, aralığa daxil olan ədəd olmalıdır. Ona görə nə edirəm sadəcə? Məntiq məsələn, mən tapmaq istəyirəm ki, bir dənə vektorda 3-14 arasında nə qədər ədəd var? Bu vektorda 3-14 arasında olan neçə ədəd var? 3-dən böyük bərabər olub, 14-dən kiçik bərabər olar. 3-dən böyük bərabər olan ilk ədəd tapıram. Bunu lower bounddan tapıram. 3-ün lower boundunu tapıram. Bir də 14-ün upper boundunu tapıram. 14-dən böyük olan ilk element tapıram. İndi sonra da tapıram ki, bunların arasında neçə ədəd var? Bunda elə bir bu iki dənə iterator arasında məsafəni hesablamalıyam. Ya da bunların indekslərini tapıb çıxa bilərəm. Məsələn, bunu da indeksini tapım, bunu da indeksini tapım. Sonra indekslərini çıxım tapım ki, bunların arasında nə qədər ədəd var. İdeya odur sadəcə. Məsələn, baxsanız, bunun indeksi nəticədə bu ikinci indeksdir. Bu 3, 4, 5, 6, 7, 8, 9, 10-cu indeksdir. Deməli, 3-dən böyük bərabər olan ilk ədəd ikinci indeksdədir. 14-dən böyük olan ilk ədəd də 10-cu indeksdədir. O zaman 3, 14 arasında
ikinci indeksdən 10-cu indeksə qədər olan ədədlər var. Hansı ki 10-dan 2 çıxanda 8 tapmış olan. Tapıram ki 3, 14 arasında 8 dənə ədəd var. Sadəcə yəni mən əlbəttə müəyyən bir indeksə, başqa bir indeksə qədər nə qədər ədəd var onu sadəcə indekslər çıxıb tapa bilərəm də. İdeya budur yəni ümumi olaraq. Müəllim, Aferin, siz demişdiniz ki, dərs uzağı 40-da bitəcək. Yəni dedim ki uzağa 5 dəqiqə sadəcə gecikə bilər də sonra. İndi 41-dir. Neyniyim? Yəni dərsi bu dəqiqə burada bitirim, bitməmiş. Ki, yəni ümumi olaraq ideyası o şeydir. Hətta kodu göstərim sizə o şeydə bitirək. Daha sonra uzağa kodu göstərəndən sonra nə sual varsa ona cavab verərəm. Məsələn, burada baxsaz şeydir, sadəcə müəyyən aralıqda arraydən istinadə var, onu soruşuram. Məsələnin şərti o şəkildədir. Bu məsələnin şərti flow şəkildədir. Bir dənə n verir, en sonunda array verir, sonra q verir. 2 dənə sual verir ki, hər sualda soruşur ki, bu aralıqda nə istinadə var arraydə. Məsələn, baxsaz 2-3 aralığında olan 2-dən 3-ə qədər arraydə 2 dənə ədəd var. 2-dən 4-ə qədər arraydə 2 dənə ədəd var. Yəni elə gedir. O vektor alaq, vektor üzərində. En ədəd vektor alıb atacağam. Girişdən alıb vektor atıram. Sonra sortlayıram vektoru. Lower bound, upper bound və s. eləyirəm. Və daha sonra suallara cavab vermək üçün 2 dənə sual verir ki, LR verir. Ki biz cavablandırmalıyıq ki, LR arasında olan arraydə neçə ədəd var. Vektorda hədd yoxdur. Sadəcə mən LR arasında neçə ədəd olduğunu tapmaq üçün L-dən böyük bərabər olan ilk ədəd tapıram. Hardadır? L-dən böyük bərabər olan ilk ədəd hardadır? Bunu lower bound'dan tapa bilirəm də. Və bir də tapıram ki, R-dən böyük olan ilk ədəd hardadır. Niyə böyük bərabər? Onsuz da onu bayaq göstərməyə çalışdım. Yəni çünki böyük bərabər olan tapsaz, məsələn, R-dən böyük bərabər olan ilk ədəd tapdınız, amma birdən çox R varsa, o birislərini nəzərə almamış olacaqsınız. Deməli, sadəcə R-dən böyük olan ilk ədəd tapıram, bir də L-dən böyük bərabər olan ilk ədəd tapıram. Sonra R-dən böyük olan ilk ədəddən, L-dən böyük bərabər olan ilk ədəddən, R-dən böyük olan ilk ədədə qədər nə qədər ədəd yerləşir o aralıqda onu tapmaq istəyirəm. Onda çıxıb tapa bilərəm də. Sonra aralarındakı məsafəni tapmalıyım iki dənə iteratorun. İndekslərinin fərqi kimi. Bunu yazmışdım. Sadəcə Up yəni ki yuxarı, low yəni ki də aşağı. yəni upper və lower oradan gələ bilər, amma onun bir şeyi yoxdur. Yəni upper bound və lower bound'un nə olduğunu izah etmişəm bayaqdan. Ümumi olaraq kodu bu şəkildədir. Belə kodla bağlı hər hansı bir sualın varsa verə bilər və məntiqlə bağlı hər hansı bir sualınız varsa verə bilərsiniz. Məsələn, niyə məsələn upper bounddan lower bound çıxıb, yəni upper bound tapırıq və lower bound tapırıq və onların arasındakı element sayını sayıb o şəkildə tapırıq. L-dən L arasında yerləşən arraydən vektordan istənilən var. Onu əgər başa düşə bilmirsinizsə, soruşa bilərsiniz və ya ümumi kodla bağlı hər hansı bir sualınız varsa soruşa bilərsiniz. Və bu Yusako məsələsi deyəndə bunu asan bir şey atacağam. Tutat bu yenə biraz fərqlidir. Burada adı nədir budur? Yusako nədir? Yusako. Saytın adıdır.
Müəllim, o da remote accountlandır. Yox. Belə bununla bağlı və ya ideyası ilə bağlı və ya bununla bağlı hansı sual olan varsa verə bilər, yoxsa bitirə bilərik. Okay. Yoxsa o zaman bitirə bilərik. O zaman sağ olun. Gəldək görüşəndə. Sağ ol müəllim.